Xüsusi sponsor Medera Hospitalı. Sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqanə Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, Referans Medical Group və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə Səni Axtarıram başlayır. Ailinin Hüseynə yazdıqları Ayşadı özündən çıxardı. Bizi məsxəriyə qoyan birindən sən nə salam sağ olun. Yəni ailəndən danış. Sən belə qısqanclıqla Hüseyni itirəcəksən. Göndərilən qutudan nə çıxacaq? Açılmasından qorxursan. Yox, Hüseyni siz başa düşürəm. Nə istəyirsən yoldaşımın səhifəsində? Birazdan Səni Axtarıram da. Rasim Vəfa ilə barışacaqmı? Sabaha qədər nə edirsən Rasimlə, nə danışırsan danış. Xoş tortumuzu yeyək, şirin olsun. Necə? Tortumuzu yeyək sonra. Tortunuzu yiyin. DNT testinin nəticəsi hamını şoka salacaq. Biz bura gəlmişik ki, DNK açılsın, onu göndər bizim üstümüzə ki, Həyat gəlsin atanla yoldaşıdır, danışsın. ondan söhbət eləmək. Xoş qədəm. Əli hansı addımı atacaq? Açılmayacaq, bundan olsun ki, məhkəməyə verəcəm. Qoymayacam. Onu mən açdıracağam. Hə, get verdi. Birazdan Səni Axtarıram da. Salam, xoş gördük əziz tamaşaçılar, sizi salamlayıram. Ramal, təşəkkür edirəm sənə. Dünənləri mən çox gözəl valla sizə bir şey deyəcəm. 16 yaşımdan o qədər yük daşıyıram ki, həmişə sürprizləri də özüm eləmişəm. Valla, yəni bu nə qədər acı olsa da, həmişə sürprizləri də özüm eləmişəm. Dünən Ramal, Nigar, Aytən, onlar mənə o qədər gözəl bir an yaşatdılar ki, mən ilk dəfə bu illər ərzində heç nədən xəbərsiz bir doğum günü gördüm. Minnətdaram sizə. Allah onlardan razı olsun, sizi sevindirirlər. Bir daha biz təbrik edirik Xoşqədəm xanım, siz ən gözəllərinə layiqsiniz. Minnətdaram. İnşallah biz sizin 100 yaşınızı sürpriz eləyək, 100 yaşınızı İmkan elə, sən axtarımda 100 yaş keçirmək istəmirəm. Sən axtarımda keçirmək, amma ən yaxşı yerlərdə inşallah. Amma mən sizə həqiqətən təşəkkür edirəm. Yəqin ki, mənim ata-anamın da ruhu şad oldu. Çünki mənim atam həmişə mənim gülməyimi istəyibdi, həmişə. Özü həmişə deyirdi ki, ölümünün son günlərində də dediyi söz, anamın ölüm xəbərini burada, ölümündən sonra ağladığım o anları mənə küsmüşdü məndən ki, sən ağlamamalısın, sən həmişə gülməlisən, çünki sən ata-anana əsl övlad olmuşsan. Sağlığında insanlara dəyər verin, sağlığında insanlara qiymət verin, sağlığında valideynlərinizi başınızın tacı eləyin. Sağlığında onları ürəyinizin içində saxlayın. Öldükdən sonra ağlamaq, daşlar 2 mərtəbəli daş qurub, nə bilim, yaradırsınız. Orada qəbr üstü götürürsünüz, nə bilim, ehsanlar verirsiniz stolun üstündə, bana, nə bilim nə. Onları sağkən eləyin. O stol ki düzürsünüz, yas mərasimlərində bəziləri ata-anasının üzünü görməyib, sonra da qonum-qonşuya göstərsin ki, filan kəsin oğlu gördüzü atasına necə yas verdi. O yas lazım deyil.
bütün insanlara, nəinki valideynləriniz, insanlara sağlığında qiymət verin. Yaxşılara sağlığında yaxşı deyin, pislərə də elə həyatdaykən pissən sən deyin. Yəni bunların hamısını yaşayarkən demək lazımdır. Ona görə mən dünən əmin oldum bir daha və mənə gözəl bir an yaşatdınız. Sizə təşəkkür edirəm, minnətdaram və xoş gördük əziz tamaşaçılar. Ay Ayşət, niyə durdun ayağa? Mən sizə bir söz demək istəyirəm. Mənə bir söz demək. Bəli. Xoşgəm xanım, Aylin'in studiyadan çıxmağını xahiş edirəm. Kimin? Aylin'in. İndi başa düşmədim. Sən mənə sifariş verirsən. Xeyr, xahiş edirəm. Ailəni niyə çıxarım? O da sənin kimi Mən problemi onun ilə. haqqında sirlər bilirəm. Necə? Mən onun haqqında sirlər bilirəm. Aylin Çıxmağını haqqında. istəyirəm. Aylin haqqında nə sir deyir ki? Bir dənə mikrofon burada. Götür. Başa düşmədim. Mən ailəni çıxartmalıyam sənə görə. Xahiş edirəm. Baxın, xoşlayam xanım, mən axşamınız xeyir olsun. Bax, mən deyəcəklər ki, bu Hüseyin Yenayın. Ayşət mənə elə qələmə verib ki, mən hər cür oyunları çıxardıram mən. Elə halbuki elə Xeyr, edirəm. mən sənə elə qələmə verməmişəm. Bu da problemi ilə bağlı Mən gəlib sən də. kimi canlı açmamışam. Sən bizimlə nə iş var? Bir də canlı açıb, sən onun canlısında nə gəzirsən ki? Mən onun canlısında gəzmirəm. Otur evində, O sənin uşağınla O sənin canlında gəzir, mən onun canlısında gəzmirəm. O sənin canlına yazır, Bu mən onun probleminə canlısına görə gəlib, yazmıram. o adam Probleminə görə gəl öz problemləriyle məşğul olardı. Bu ona, o buna, bu ona, o buna. Nə danışırsan? Problemləriyle özü məşğul olsun, nə bizim problemimizə qarışır ki? Ailənin nə sirrin var sənin Ayşadın yanında? Valla mənim ümumiyyətcə bu həyatda sirrim yoxdur. Hə də bütün gün Hər şey açıq-aşkar ortadadır. Sosialda olan insanım illərdir. Ayşət ki, otur uşağı da xəstələndirmiş. Dünənlər o mənə Git dedi, otur sən uşağına bak. sir bilirsən. Senin Mən telefonda ne işin var? TikTok'ta ne işin var? Bu ailenin canlısında ne işin var senin? Mən Bax, övladım. mən dünənlərim axşam evimdə bilirsiniz ki, öz evimi təhvil vermişəm, qohumum gildə Bəli. qalmam. Canlı açmışam. Baxır orada görsənir də kim baxır canlıya. Bağlayana kimi görürəm gecədir Ayşət canlıdan çıxmır. Bu uşağına Yalan kim bakır? danışırsan, mən sübut edə bilərsən mən idim. Hə, bəs Sən mən sübut dünənlərim elə də. o Smiley sən var, O o qədər səhifə, smileylər onun var, 111 tək mənim səhifəsi deyil. sənin səhifəndir də. Səhifədən Girdim çox baxdım da səhifə hə var. sənsən, sənin videolarındır. Bəlkə mənim adımdan istifadə edir. Hüseyn yoldaşımın belə səhifəsi var. Onun 111 səhifəsi, amma düzünü de. Səhifədən çox səhifə var. Düzünü de. Bunu mən elə şeylərə qarışmaq istəmirəm. Al, Bax, otur var- aşağı. Bax, indi Deyir ki, günah mənim xəbərim məndədir. yoxdur. Bax, indi deyəcək, bax, söz-söhbədə xoşuna fikir versiniz, deyir, mən xəbərim yoxdur. Bu İsmail göndərir ki, cəmaata ki, yox, sən də mən idim. Ben elə başa düşdüm. Dedi mən deyirdim, deməli sən götürmüsən. Mən birdən valla Yox, Hüseyn elə başa səhifəm var, düşülür də, vəssalam, sən başa deyən kimi elə başa düşülür. Bax, belə başa düşülür. Elə Mən sənə deyirəm ki, mənim bu Azərbaycanda Ağıllı sirrim oğlandır, yoxdur. bu söhbəti. Nəyi bilirsən, mən icazə verirəm, aç danış. Özün yaxşı İstəyirsən mən də danışım. Dünən fərq dedim. eləmir. Mənə də fərq eləmir. Nəyi Olsun. danışırsan? Ayrıca deyəcəm sizə. Sirridir ya, olay ikisinin. Aa, Mənim sirrimi ailən kimlə bilə bilməzsiniz. Bax, mən bir dənə sirrim Bəli, sözüm bizim var. sirrimizi Mən özümüz bilərik. Belə gizlin içim yoxdur. Bir sirrim var. Onu da bir Xoşxanam xanım bilir. Bir Allah bilir. Bir də Ayşət mən bilirəm. Bəs salam. Yox, yadından çıxıb sənin. Yox, Nə mənim yadın sirrim olsun? olmaz. Yadımdan Bilmirəm, çıxıb əgər ki. sən bilirsənsə o Yox, sirri. o elə bir heç sir qalmasın deyil. içində. Vallahi Əslində dinlə. sir də deyil, əslində elə Denən, sir də denən, deyil. denən. Onsuz da uca paylaşılıbdır. nədir də o? Mən nətər yəni paylaşıb? Mən Ayşadla Hüseyn haqqında olsa mən bilərəm. Aylin, mənə de ki, mən də bilim də. Nədir? Bəlkə Ayşəd özü danışır da, Ayşədin səs yazısıdır. Mənim səs yazım harda? Mənim səsim ola bilməz. Yox, o sir deyil Xoşxanam xanım. Baxın, o kimlərinizə qurması idi. Bax, mən icazə versiniz Xoşxanam xanım. Çox xahiş edirəm sizdən. Bu Aylin, milyonlar- sən gəl mənə denən. Yox, qoy bir dəqiqə hələ görüm Aylin nədir. Mənlə təkbətək danış. Mən bilim, bəli. Mənim yanıma gəl. Gəl yanıma. Gəl yanıma. Gəl Aylin, gəl. Bilmirəm. Yox, mən bilmirəm. Sən bəlkə Aylin elə şey deyəcək, mən ilk dəfə eşidəcəm.
Ay Allah, ay Ayşat, sən bilirsən nədir? Sən bəs deyirsən ki, ailənin sirri var. Mənə şər atırsan. Mən bütün respublika Bilmirəm, mən bu ama deyə Aylin, xahiş edirəm. Sən qalın da Şahin. Belə şeylər lazım deyil Aylin. Siz lazımdır. Yo, Hüseyin, xahiş Sənin niyə adını çıxardırsan? bağlı deyəcəm Xoşidəm xanım. Yo, heç üstü Sən adını bağlı da ondan demə. çıxaran yoxdur. Yəni kim- Sadəcə yox, mən deyirəm ki, ailəmiz ona Deyil, baxır. belə- Bir tək bu. Lap elə nə olmuş belə də ki. Amma Aylin, sənə bir şey deyim, o səni səsi atan qadın var ha. Onlara da ayıb olsun yəni. Ki, ayıb olsun. Bu ailəni Ayşədə də dağıtmaq üçün ayıb olsun ki, əllərindən bayaqları gələni efir eləyirlər. başlamamışda Yəni, qabaq olmaz. yaxınlaşdım ona dedim ki, belə şeylər eləmə, mənə problem yoxsa. Mən bura aliment üçün gəlmişəm. Sən Hüseyni gedib gəlib mənim adımın yanına qoyursan. Xeyr, mən sənin adının yanına qoymuram, ağzının danışımı. Sadəcə yox deyirəm ki, hər kəs öz işi ilə məşğul olsa daha gözəl olar. Canlısına baxmışam, bəli, baxmışam. Sən niyə bizlə Canlısına nə qədər işfənd adam eləyirsən, baxır? məsxəriyə Kim qoyursan? bizə Biz bir baxırdı? cütlüyük. Onların içində mən də Sən gedib də baxmışam övladın da, var, nə bizim olar də ki? övladımız var. Sən qız övlad böyüsən, biz oğlan övlad böyük. Nə Fərqi fərqi var, yoxdur. qız oğlan, əsas Fərqi yoxdur, övladdır. əlbəttə ki, Sən fərqi şapşaq yoxdur. danışırsan. Ayşə. Kamil sözümü deyim. Aylin deyir ki, sən çox haqlı da irad bildirir ki, Hüseyinlə mənim adıma hallandırma. Xeyr, mən onun adını hallandırmam. Sadəcə yox deyirəm ki, öz işlərlə məşğul olsun. Sən orada iş yerindəki qızın da adını yaxşı ki bilmədin. Yoxsa onu da hallandırardın. Xeyr, mən Sən sadəcə ailənin- olaraq nə edirəm, sən ailəm Hüseynin qoymağa yanında- çalışıram. İstəmirəm ki, ailəmdə Olmaz problem da bu Deyil, bu fikirlər, Hüseyin bir- Biz düzgün olmayan ailəyik. fikirlər İstəmirəm yaranır. ki, ailəmdə Bir- problem olsun. Ayşə, Aylin sən, sən ərivi neynir? sən Ay görürsən Ayşə, ki, Ayşə. sən atdığın addımla, Aa. sən görürsən ki, birinci addım attın, Hüseynlə aranda problem oldu. Bu qısqanclıq məsələsinə görə. Su içməyə gedə bilmirəm, Xoşqədəm xanım. Liftə minə bilmirəm. Valla problem. Ay xanım, bir dayan da. Yo, bunlara imkan vermirlər danışmağa. TikTokda Və sən döyürsünüz siz. ikinci səfər eyni addım atırsan və deyirsən ki, mən ailəmi qorumağa çalışıram. Yəni sənin atdığın bu addımdan əksinə sən ailəni dağıdırsan, Bəli. ailəni qorumursan. Bax buna bax. Xeyr, belə Bircə eləmsən, dəqiqə o bunu görüntüləri görmək verin. lazımdır, Görüntüləri ver Sabah Şahin, günü bir dəqiqə. problemlər olmasın. Ayşat, Bəli. bu görüntülərə bax. Səssiz qoyun, getsin efirə. Səssiz bir. Bax, Aylin orada Yazıq orada Hüseyin. nə dedin ki, Hüseyin o vəziyyətə düşdü? Mən də su istədim də. Dedim ki, mənə də Yandı su yanımda. ver. Mən də gülmək tutdum ki, ay Allah, bu mənim gülmə bax. Dedim ki, mənə də su ver. Xoşqədəm xanım, siz necə Ay, oldu? Xoşqədəm xanım, yoldaşımdan su istəyə bilmərəm. İstəyər. Yox, su istəmədin sən, bir dəqiqə. Hə, nə Mən yanımda xanım oturmuşdu. Dedim ki, bəs gedir sizə mənim üçün də su gətirərsiniz. İşçiləriniz dedi ki, olmaz da studiyada su içmək, düşüb getməlisən. Mən düşdüm, getdim. Və dalınca da 2-3 nəfər xanım getdi, bir də Hüseyn getdi. Mən su süzəndə bir də belə başımı qaldırdım ki, Ayşət başımın üstündə tikilib. Ağzımın danışımı tikilib eləmə, yaxşı? Sən özünə mənə səhv salma dedim. Dedim də başımın sənə. üstə dayanmışam. Sən özünsən orada burada tikilən, mən deyil, yaxşı? Yoldaşım bilirsiniz hara ki, gedib, bir dənə üzr ondan istəyirəm, dayan. əlavə, Siz yoldaşım bilirsiniz ki, keçən bir dəfə dəqiqə, düşüb. bir dəqiqə də. Sən bilirsən ki, bu yoldaşını qısqanır sənə, düzdür? 2 dəqiqədən bir bunun yanında nə bitirsən? Ay, Mən onun yanında bitməmişəm. Mən Nə su içməyə bitməmisən, hara gedirsən, getmişəm. onun yanındasın, Ay uzaq gözəl dur da. insan, mənim öz Hə. qurban olum respublikada bəyəm Yox, bu qıtlıq insan bax, bu yaranır. yoldaşı qısqanır da. Yo, Su yo, içə yo. bilmərəm. Liftə minərəm Ayşənin problem. əli daha Su normal. içirəm Amma- problem. Yo, Zülfiyyə xanım, su Mənim içə bilər. gəlmək mövzum ayrıdır, axı bunların mövzusu deyil. Bu xasiyyətdədir də, bu evlidir. Baxırsan ki, Xasiyyətini problemlidir də. dəyişməlidir. Uzaq dur da, uzaq gəz də. Dəyişməlidir Xasiyyətinə görə xasiyyətini. özünü necə deyim, Ayşənin xasiyyətinə görə tənzimləməyə deyilik. Yox, Heç xasiyyətinə kim. görə yox. Faktiki, Ayşə burada özü görür ki, bilər, əri bilər. At çəkərək deyir ki, mən bu xanıma yoldaşımı qısqanıram.
Düzdür? Xanım da nə etməlidir? Özünü qorumalıdır da. Ayşə, sən mənə qorumalıyam. Ayşə də özünə güvən problemi var. Ayşə Sən necədir? Mən özümə də güvənirəm, yoldaşıma da güvənirəm. Sadəcə sən güvənsən məni qatma. Ay xanım, mən sənə güvənmirəm də. Sonra Ayşə, sən bir dəqiqə mənə məsləhət ver görüm. Biz neyniyək ki, burada səni biz nətər eləyək? Hüseyni belə qutunun içində gətirək, qutunun içindən çıxardaq, qutunun içinə qoyaq. Mən belə eləməklə bu məni hörmətsiz eləyir. Ay xoşqədəm xanım. Ay xoşqədəm xanım, keçən dəfə aşağı düşübdü. Yalvarıram, verin bizi əlim əlimə. Onu verin. Sonra da bu da Keçin müalicə düşüb alsın. aşağı. Mənə dedilər ki, Ayşət, get yoldaşını çağır. Reklam arasıdır, aşağı düşmüşük. Telefonumun dalınca getmişəm. Ümumiyyətlə Ayşə, Bir dəqiqə Ramal, bir dəqiqə. Burada oturan adamlar indi Hüseynə yaxın gəlməyin. Ayşə icazə verin. Xeyr, mən elə mənada deməmişəm. Bəs nə mənada deyirsən? O da problem üçün gəlib, onlar da problem üçün gəlib. Bu nə deməkdir Ayşə? Tək sən deyilsən, sən elə bilirsən ki, bir dənə sənin problemin var. Rəftara baxırsan, o tərzdə hərəkət Ay, nə edirsən. münasibət eləyir ki? Sən niyə qarışırsan? Sən niyə onu müdafiə eləyirsən ki? Haqsız danışırsan ona görə. Müdafiə eləyir Ayşad, özünü müdafiə. Özünü Məni müdafiə pis duruma eləsin. salırsan. Mən heç Başqasını eləməyə, deyil. eləməyə. Sən cəmaatı ismarcör gedirsən ki, mən bu pis işləri məşğulam. Mən sənə dedim pis işlərlə məşğul olmusan. Belə elə çıxır da. Xeyr, elə çıxmır. Qoca arvad gəlir amma 45-50 yaşı var arvadın. Bu niyə gəzir yanında? Mən 50 yaş, anam Mən nə vaxt yaşlanmadım. demişəm elə bir şey? Mən nə vaxt demişəm elə bir şey? Hər şey problem yaradır. Eşidirsən mən nə sən elə bir söz deməmişəm. Ay Yalandan qurbanım, baş buradan. gödünüm. Ay yaşa. O sözü Nə danışma. olur bunu göndər anası yanına. Geçsin bir ay qalsın anası. Niyə gedirəm ki? Niyə tək qoymalıyam? Ay infakt eləmək istə bala məni. Sən nə adam infakt Çıx yan o yanında qaldı bir ay. Getmirəm, getməkdə fikrim yox. Ay, Sən tək qoymalıyam. Ayşad, gəl vallah mən də ondan razıyam. Səni bir ay göndərək, lazımdır orada da kömək eləyim sizə. Şərait zat. Xeyr, xoş Bir aydan gəlirsən. Mən sonra getmək gələrsən. istəmirəm. Mən yoldaşımın, ailəmin yanında olmaq istəyirəm. İstəyirəm ki, ailəm Ailən olmur da Mən əsəblərim pozulub ay bala. Sən Əsəbim də pozulub, mənim başım ağrıyır əsəblərimi məni. pozmaq istəyirsən. Ailə olmaz. Benim meyil qısqanır. Mən üzr istəyirəm. Yəni Ayşad, məni eşit, sən bunu itirirsən ha, ailəni itirirsən sən. Mən navrot ailəmi qorumağa çalışıram. İstəmirəm ki, Sən ailəmdə bu problem şəkildə olsun. ailə qorumaq olmur qızım. Bu ailəni dağıtmaqdır. Sən yazıqsan, uşağın var, balan var. Sən yazıq deyilsən, Sizlər gedib yaşayacaqsınız. Körpələr yazıqdır, atasız, anasız qalır. Yoxsa siz yazıq deyilsiniz. Siz öz həyatınızı yaşayacaqsınız. Səndən getmir söhbət. Ayrılacaqsan, gedib başqa bir Hüseynlə ailə quracaqsan. Mən ailə qurmaq O fikrim gedəcək, amma yoxdur. o körpələr Xoşqədəm uşaq xanım, evlərində, mən istəmirəm ki, çöllərdə, ailəmdə problem əmi olsun. dayı küncündə döyülərək, nə bilim, minnətlə çörək verilərək yaşayacaqdır. Minnətlə ki, sən anan yoxdur, atan yoxdur bu şəkildə. Əl çəkin bu uşaqlar ailəli böyüsün də. Nə istəyirsiniz? Niyə uşaqları dünyaya gətirib bu vəziyyətə salırsınız? Niyə onların həyatını məhv eləyirsiniz? Niyə cəmiyyətə sevgisiz uşaqlar, sevgisiz vətəndaş böyüməsi üçün şərait yaradırsınız? Çıx get ananın yanına, səndən ayrılmır ki. Xeyr, Bir aydan sonra gələrsən də. Getməkdə fikrim yoxdur, xoş qədəm Aa, xanım. qısa Sadəcə bir ara istəyirəm verək. ki, ailəmin yanında olum. Bir şey eşitmişdi, onu da üzerine getirsen. Belə çıxır ki, Hüseyin doğrudan da evlənməyinə peşmandır Ayşadla. Özü çoxdan peşmandır. Sanki indi onu qıcıqlandırmağa Hüseyin əlbə fürsət düşüb, özünə asıl olmadan bunu istifadə edib qıcıqlandırırsan. Ayşadda da dərin özgüvənsizlik var da, ilk baxışda özgüvənli görünür. Yəni burada bu ailənin proqnozu çox bədbin proqnozdur. Bu ailənin sonunu görmürəm mən. Sanki Hüseyin situasiyadan istifadə eləyib, Hüseyin aralanmaq istəyir, amma bunu deyə bilmir. Bizi belə cütlər olur. Hansı səbəbdənsə istəmir öz üstünə düşsün, deyir, qoy qarşıdakı addım atsın. Yoxsa sevən cütlüklər bir ay yox, bir gündə ayrı qalmaq istəməz. Burada sevgi yoxdur, burada narsis və onun qurbanı var, təxminən belə bir şeydir, təxminən. Daha hələ dəqiq deyil bu, dəqiq olmaq üçün gəl danışdıram ikisində. Çox maraqlı bir situasiyadır yəni. Hər ikisi istəyir ki, günahkar o birisi olsun sanki şuur altıda. Hüseyin istəyir ki, günahkar qızı olub özü ayrılsın. Xeyr. Hüseyin, Ayşədin anasının yanına getməsinin tərəfdarı deyiləm. Deyilən niyə? Çünki bu qız anasının yanına ona görə gedər ki, anası bunun fikrini dəyişdirir. Amma dünən biz burada verilişdə gördük ki, ana ilə bala da elə eyni fikirdədir. Yəni bu gedib bir ay anasının yanında qalmağı əksinə ailəni daha da dağıda bilər.
Çünki ikisi də eyni fikirdədir də. Ayşad anasının fikrini dəyişir. Yox, Ayşad ana anasına böyükdür də, təsir burada rol edir. oynayır. Ananı mən gözləyərdim Ana ki, bacarmır Ayşadla. burada yanaşması başqa cür olsun. Ana yəni ən azından qızını başa salmalıdır ki, ay qızım, sənin hərəkətin düzgün deyil. Qısqancam, amma gördüm ki, ana bala birləşib qızı az qalırdılar burada döysünlər. Ananın fikri əvvəl başqa idi. Ayşad anasının fikrini Xeyr, dəyişir. mən Ayşə anasına də yəni anasının fikri dəyişirsə, ananın Ayşədə Dəyişir. fikrini dəyişmə gücü çatmırsa, biz onda bunu onun yanına niyə göndərək ki? Neyniyək onda Ramal? Biraz başı dincəlsin. Onu da onda elə Həkimə. həmən mərkəzə Ayrı işə qalsın. götür. Həkimə göndərək. Həkim Yo, məncə Ayşadı işə götür Hüseynin yanına. Yox, mən yəni götürüm hər gün davaya qulaq asım orada. Ya zaten Hüseyin heç işində necə adaptasiya oluna bilmir. Biz Konsantre ola buna bilmir. bilet qalmışıq, heç ofisindən əlaqəsi yoxdur, kənarda durur. Dəfələrlə, yəni Yox, Yəni- ay Ayşad, sən indi ərarvatsız deyə, sən ərvin başına bu işgəncəni Xeyr, mən gətirməlisən. işgəncə zat vermirəm. Sənə bu Mən haqqı nə kim deyirəm? verir? Xoşqədəm Mən xanım, deyirəm orada çox tam sınırlı, ştata ha. keçmək Ay, istəyirik, Zülfiyə keçidə xanım, mən deyirəm bilmirik. orada Yəni otursun. bütün məsələlər yığılıb qalıb da Əcəb biz deyil. boşuna qərar verməliyik. Sıxılan adam, Siz baxın, bu hərəkətlərlə düzdür. Bax, mən sizinlə razıyam. Mən yalandan deməyim. Bəli, uca artıq sevgim ölüb. Yalan nə deyim ki? Bu xasiyyətinə görə, bu hərəkətlərinə görə yoxdur. Əvvəl bir də hər zorla da olsa mən bilirsin. qoruyurdum özümü. İndi qoruya bilmirəm, saxlaya Bircə də bilmirəm. qoyun fikrin bitirsin. Buyur, Artıq buyur. mən bəli, düz deyirsən Əli müəllim. Mən yalandan nə deyim ki, burada ölürəm dərdinə. Xeyr, yoxdur elə şey məndə. Var idi Öldürür ölüb. də, Baba öldürür. hərəkətlərinə görə mən sevmirəm artıq, istəmirəm. Yəni uşaqdır bağlayan. Böyük et. Bəli, məni bir dənə bağlayan uşaqdır Xoşeynəm xanım. Allah Dəqiq sizə. olsun. Uşaq da Sən niyə bilsən bağlasın, də, baxarsan. Sən bilsən ki, sən Uşağımı da mənə versin. Valla mən Xeyr, qəbul amma edirəm. Sən uşaq Gedirsə dünyaya Allah gəlmişsən şınavan ki, verəsin. sən Getsin uşağa lap tez yaxşı olar. baxasan. Yəni açıq deyirsən. Yo, uşağı ki, sən boşanma. dünyadan, Bəli də, havadan bəli, gətirməmisən ki, bəli. qızım, Mən istəyirəm uşağın boşanmaq. atası Mən var. demirəm ki, bu nə danışıq eləyirsən, ayıb deyil sənə. Sən məni bu həyətə çatdın. Mənim niyə ayıb olsun? çatdırmamışam. Sən məni milyonlar içində alçalda bilirsən. Mən səni alçaltmadım, Hörmət sən eləməyə məni bu bilmirsən. vəziyyətə Düzəlmən yolu salmadın. ancaq Xoşeynəm xanım Ayşad. ayrılmaq. Bunun Yo, bir dənə yolu ayrılmaq. Öz ayrılmaq. elədikləri mən boynuma Demir, sarmışam. bir iləcə ayrıla bilmərsiniz. Eybi yox, uşağa görə. Bir il hələ geçsin, uşaq qalsın Çox bundan. yadından çıxar. Uşaq, bunlar danışanda uşağın yanında uşaq diksinir. Mən uşağa baxıram, qorxuram. Məndən Allah'ım yoxsa qorxuram. səndən, sənin Sizdən. səsindən diksinir. Sən qışqıranda Diksinir uşaq uşaq. diksinir. Niyə Uşağı mən bir gün, qışqırırsın? gündə Mən 3-4 saat görürəm, qışqırmıram, yatır, o yatmağa gedir, səsindən axşam görürəm də. Sən bu qədər əsəb niyə Dəhşət, lazımdır? dəhşət, dəhşət. Gedib niyə Bircə ərzə saniyə. verib Ayşad, boşanmısan? bura gəl qızım. Bala. Gəl bura Ayşad. Bura gəl. Yəni siz bu uşağı nə sayırsınız? Uşaq oyuncaq deyil, əlbəttə ki, Hə. siz deyirsiniz. Amma mən deyirəm ki, sən də müalicə almalısan, tək mən deyil. Alıram, mən də gedirəm müalicəyə. Gedirik, ay qız. Gidirik. Yox, onun ən çox Yox, onun Ayşad, müalicəsi gəl var, belə mən eləyək. deyirəm. Mən sözün açığı Var, o müalicə butunu qızım açmaq istəyirdim. İndi fikirləşirəm ki, Ayşad, mən sabahlar çağırın sabah anasını bura. Biz danışaq ondan, sizi yola salaq. Xeyr, mənim getmək Gedirsən fikrim yoxdur, Samuğa, Xoşqədəm xanım. orada hər cür şəraitdə də kömək eləyəcəyik. Deməli, Hüseyni Xeyr, mən tam getmirəm. ştata alsın, deməli, Ramal bəy Hüseyn də orada işləsin, işini görsün. Bir aydan sonra qayıt gəl. Ailə sizin üçün oyuncaq deyil. Boşanasınız, oyuncaq uşağı deyil. ortada qoyasınız. Bunlar olmayacaq. Xoşqədəm Mən xanım, buna- mən getmək fikrim yoxdur, getməyəcəm, bu qədər. Mən ailəmi tam şəkildə istəyirəm. Mən bir gün, 2 gün, 1 ay qalmaq istəmirəm. Onda gəl belə eləyək. Mən üzüm Siz gözüm gəl belə öyrəşibdi. eləyək. Yox, həkimə yox, ayrı-ayrı yerlərdə qalmaq. Ayrı-ayrı Xeyr, yerlər. Xoşqədəm xanım. Yəni istəmirəm. Hüseynlə bir evdə qalma onda. Hüseyn qalsın bir evdə, sən də başqa evdə. Xeyr, ay Xoşqədəm xanım. Ay Gedək xanım, sən həkimə. nə danışsan? Bu nədir? Qalın düşünün. Qızım, Həkimə gedək, nə qərar qadın, Kimin nə kişi. müalicəyə ehtiyacı var, getsin. sıxılmağı sevmir, sıxılmağa diqqət gətirmir. Prognosis Qaçacaq. pessimadır latınca. Prognosis pessima doktor. Yəni doktor kolleqalarım var. Axırı yaxşı deyil bu sözlə. Pessimist Siz, proqnoz. bunu siz deyirsinizsə Çünki deməli Hüseyin belədir. bu qızla yaşamaq istəmir. Mütəxəssis İndi deyil. olmasın 5 il sonra olsun. Bu boşanmaq istəyir. Qızım, sən özünə gəlib, özünə dəyər verib həyatını davam etmənin yolunu öyrənməlisən. Ayrı-ayrı Özümə yerlərdə qərar vermək, Sadəcə yerləşdirək. olaraq mən ailəmdən ayrı Sən durmuram. özün Ayrılma, ailən sənə yoxdur biz sən, əslində ha, qızım. sənin Sən ailəni ailə var, soruyoruz. bir ailə Xoşqədəm var. xanım. Ayşad, mən istəyirəm ki, sənin ailən Əksinə dağılmasın. ailəm O özünə dağılır. dəyər verən Ayrı bir qalsan şeyin ailə olmalı. dağılır. Bəli. Bu şəkildə ailə Xeyr, dağılmayacaq. istəmirəm mən elə. Sən ikiniz bir evdə qalıb hər gün dalaşıb o körpənin gözü önündə qırğın eləyəndə heç nə olmayacaq, hə? Mən qırğın etmirəm. Sadəcə yox deyirəm ki, belə etmədən mən xoşlanıram. Sən gəlirsən ailəndən danışsan. Ailən axı sənin ailənin içində yoxdur. Nə işi var ki?
Mən canımda... Mən sadəcə deyirəm ki, mən istəmirəm. Belə şeylər sevmirəm. Nəyi sevirsən? O ayrı bir... 70% xanım xeylağı. İstəmirəm sadəcə olaraq bu. Nəyi istəmirsən? İstəyirəm ki, ailəmdən Məşqədəm Ay, xanım. bir dəqiqə. Ay Hüseyn, bir dəqiqə. Ay, bu qız Hərəkətlər neynir? Ailə neynirsən? O da hərəkət müdaxilə hərəkət elədi. edir? Fikirləri ilə Ayşə. müdaxilə elədi. Məsxəriyə qoydu, rişxənd elədi. Sən kimsə mənim ailəm müdaxilə Ona görə özümüzü elə aparmalıyıq ki, ailən Özümüzü deyəndə tək mən deyil, sən də aparmalısan. Bəli, mən aparırdım. Mən sən yoldaşım, məni ikimiz ayağına verməli deyilsin. Günah o birisində olsun. Bir dənə söz deyə İkisi bilərəm. də ayrılmaq istəyir, hə. İkisi də şöyle altı Mən ayrılmaq. belə Hüseyn də Günah ayrılmaq üçün günahın hamısı mən dedim. olmasa- Çıx get, çıx get. Çıxım gedim, yaxşı. Əsəblərim bozub, Quran xoşlanam xanım. Kim istər ailəsi dağılsın? Əlinizdən gələni edirsiniz. Baxın, hər şey yaradırsınız. Hər şey edirsiniz də. Bunun qədrini bilmir də. Geçsin rayonda, biraz o vedrə ilə su daşıyanda, mənim qədrimi onda biləcək, qaçacaq. Burnu suya axıda gələcək üstümə. Sən bu qızla yaşamaq istəyirsən ki, ümumiyyətlə? Ailəsi üçün yaşamaq istəyir. Bəli, O nə ailə istəmirəm deyil, ki. o- Amma bu həzət yox. Göz imkan ver, məni paralel danışır. Hüseyn, sən bu qızla yaşamaq istəyirsən, bu ayaq demişdin. Valla ay Vəfa, yəqin Belə gedəz istəmirəm. Rasim də Yeganə səndən şans belə bu. qaçıb. Ha, 100% sən də Ayşat kimi barmaq sirkələyirmişsən. Mikrofon. Niyə danışa bilmirsən? Danışa bilmirsən? Bugün ikiniz də eyni rəngdə geymişsiniz, maşallah. İkinizin də paltarının rəngi eynidir. Açın DNK-nı. Mikrofona de də, onu heç olmasa. Yox. Açmayın. Niyə? Yox, yox. Pulu Əli- verirsən, əlinin DNK-sını. Əl versin sonra. Əlinin pulu yoxdur verməyə, mənim də pulum yoxdur. Açılmaq istəmirəm. Hələ həkimə ehtiyacım var mənə. Xoşum. Necə? Həkimə ehtiyacım var. Aa. Həkimə, yaxşı dayan. Səni həkimə göndərsəm, ondan sonra icazə verəsən açaq. Hələ baxarıq ona. Necə? Baxarıq hələ. Başa düşmədim. Bir dəqiqə, xahiş edirəm də, bəsdirin də mən sizi eşidim, yoxsa onu eşidim. Ay, mən başa düşmədim. Yəni, indi mən səni həkimə göndərsəm, indi aça biləcəm. Bəs nə vaxt açın? Bəs nə vaxt açın? Bu həkimə Hələ- göndərim səni. Hələ gedim həkimə, bəlkə salamat çıxmayacam həkimdən. Necə? Hələ bəlkə salamat çıxmayacam həkimdən. Bu yay bacı, sən salamat çıxmamağının DNK-ya nə aidiyyatı var? Yox, yox, əli verməyincən olmuyor. Ay, indicə demədin ki, məni həkimə göndər. Həkimə gedəcəm, amma əli... Həkimə göndərim. Həkimə göndərdikdən sonra. Xoşunum. Ayşat, nə oldu qızım? İsra eləməyin, daha əli verməyincən olmaz. Hə? Rasim də əlidən versin, desin ki, mən də ondan verirəm, ondan sonra. O verən ki, mən də açdıracam. Hansı həkimi istəyirsən? Böyrəklərim ağrır. Böyrəklərin? Ay Bəxtiyar bəy, ver mikrofonu görüm. Ay Bəxtiyar bəy, səni ant vermişəm Allaha bunun böyrəklərinə, tez bax o DNK-nı aç. Baş. Nə vaxt baxa bilərsən? Günü sabah baxımdır. Günü sabah. Yox. Aparatları bura gətirmək olar. Yox, aparatı gətirmək olmaz. Yox, gəl belə eləyək də. Vəfa, həkim əgər sənə, mən söz verirəm, sən əgər narahatsansa ki, o DNK açılandan sonra mən səni həkimə göndərməyəcəm, sənə kömək eləməyəcəm, yanılırsan. Mən burada tamaşaçı da görübdü ki, nankör olan neçə insanlara Xoşunum, heç vaxt təkrar yardım etmişəm. sizə haqqınızda heç vaxt elə fikirləşməmişəm. Sən, əmin ol, o DNK-nın cavabından asılı olmayaraq, mən sənin uşağını da, doktor, onun uşağını da göndərim yanınıza. Tamam, göndərin. 15 yaşı var uşağın hələ də Problemi sünnət olunmuyubdur. Onu da eləyər. Amma uşaq epilepsiya xəstəsidir. Olsun, həm də. problemi yoxdur. Eləyər. Yəni, onu da sabah göndərim. Tamam, göndər. Yanına ananın da böyrəklərində problem var, onu da. Tamam. Yəni, sənin DNK-nın cavabını mən bilirəm. Çünki mən açıb baxmışam. Hə, açdım, baxdım. Yox, çünki bu açma dedikcə mənim ürəyim partladı. Açma dedikcə dedim, yox, burada
Nəsə var. Bəs bizim ürəyimiz partlasın. Özü açıb, baxıb, Yəni, rahatlanır. əslində ürəyim partladı yox, belə şeylər mənim ürəyimi partladan deyil. Sadəcə olaraq mən yəni fikirləşdim ki, bu qadın niyə belə eləyir də? Bu qadının belə nədir? Hə, baxmışam, mən bilirəm, sənə burada da bütün tamaşaçıların önündə söz verirəm ki, o DNK-nın cavabı istər sənin xeyrinə, istər ziyanına çıxsa belə, mən səni verdiyim sözləri tutacağam. İkinizi də həkimə göndərmək, pulsuz, təmənnasız əməliyyat lazım olacaqsa, əməliyyatınızda yanındayım. Əli nəsə deyirdi, bir dənə Əliyə verək. Hər kəs salamlayıram. Xoş qədəm xanım. Bövrəyin DNK-ya nə əlaqəsi var? Bax, xahiş edirəm. Ona bir dənə sual verin. Bövrəyi ağrıyır, düzdür. Bu insan hər rola girir burada. Allaha and olsun. Bu insan qoyun açılsın. Ondan niyə qorxursun ondan? Hamı burada ondan qorxur. Mən vəfadan qorxuram. Yox, bu açın da xoş qədəm xanım. Biz kim qorxur vəfadan? DNK-nı biz Ay tələb Əli, eləmişik. vəfadan mən qorxuram. Xahiş edirəm. Mən vəfadan qorxuram. Sən nə danışırsan? Bir o qalmışdı. Vəfadan qorxuram, o da qorxuram. Dünəndən tort yiyib orada. Vəfa sənə qurban olum. Başına dönüm. Məni öldürmə. Məni vurma. Vəfa səndən qorxuram. Vəfa yalvarıram sənə, gəl bu DNK-nı açaq. Bir də mən bir söz demək istəyirəm burada. Bir də mən bir söz demək istəyirəm, amma efirə verməyin. Niyə? Sizə demək istəyirəm o. Gəl görün. Mənə bu aralarda ancaq səsi verin. Hərbidən gələndən, yəni çox vaxtım, 3 aydan çoxdur biraz. Mən yəni çox vaxtı burada keçirdim. Allah köməyiniz olsun. Sağ olun ki, bizə dəstək oldunuz, paltar aldınız. Allah Ramal bəyin də canını sağ eləsin. Bizə ilk paltarı siz almışsınız, sonra Ramal müəllim aldı. Allah köməyiniz olsun. Çox təşəkkür edirəm sizə, minnətdaram. Xahiş edirəm, amma bu DNK-nı açın. Sizdən artıq da xahiş edirəm. Hər köməkli elədiniz bizə. Allah köməyiniz olsun. Çox sağ olun. Keçəyilir. O qız hər rola girəcək burada. And olsun Allah, o qız hər rola girəcək. Mən atamın başında danışırdı. Fitva verirdi orada. Allahın olsun mən görürdüm. Fitva verirdi nəsə, danışırdılar. Ne deyir? Fitva verirdi orada. Sən Rasim öyrədirmiş. Öyrədir Nə Allahın öyrədir? olsun. Nəsə deyirdi, bilmirəm. Rasim nə öyrətdi sənə? Danışırdı orada. Bu maşın vurma məsələsini deyirəm də sən deyir, mən də çağırıblar, onu soruşurlar. Eşidirsən məni? Sən özün özünə eləyirsən, nə edirsənsə. Məni günahkar etmə. Mikrofon. Yaxşı. Mən yazdım nəsə, mən bunu istəmirəm. Bu mən sıraya bilərsiniz. Yox. Ailənən bir dənə ayrılan mənəm. Evində ayrılan yox, nəslində ayrılan yoxdur xala. Ağbirçəliklə deyil, necə kimi bilmirsiniz. İstəyirəm, istəmirəm, olmur. Ailə. Gəldi ki, filan kəs belə, filan. Qız nə yazıldı ki? Qız deyir ki, gəl qızım, axşam səni aparım yemək içməyə. Oturağın, iki bacı, söhbət. Xeyr, o məni məsxəriyə qoyacaq, rişxən gələcək, sonra da üzümə güləcək. Mən elə şeyləri sevmirəm, sən mənim xasiyyətimə bələsən. Mən net dedim, sən netdi, qutardı, getdi. Mən ona, yox, mənim qeybətimi qıracaq, mənim haqqımda giz-giz danışıqlar eləyəcək, TikTok platformasına, ictimai platformasına. O TikTok çıxartmışsınızsa,
Məslək olaraq istifadə Özü eləyirdi ki, mən də Hüseyin idi sənin canlı izləyən. Özü qızışdırır zamanı. Ay, imkan verəsən mən danışım. Onda sən baxmamısan da, hə? Bən niyə yalan deyirdin, o tərəfini İctimai saxlayırdın. platformada oradan düzgün istifadə eləsək, bəlkə səmərəli istifadə etsək nə gözəl olar. Bəlkə səhv deyirəm. Yox, axşama qədər oturacam, onun bunun qeybətini qıracam, onun bunun ailəsinə müdaxilə eləyəcəm. Sonra uşağımdan istifadə edib pul yığacam, istifadə eləyəcəm, nəmnə qaracam. Mən eləmirəm ki. Ay, Ayşə, sən uşaq eləyirsən, ha, Quran and olsun. Açma bir aydan artıqdır Xoşqədəm xanıma. Birinci özümə hörmət elədim. İkincisi də Xoşqədəm xanıma hörmət elədim, canlı açmıram. Açmıram. Amma bəziləri kimi onun bunun ailəsini də müdaxilə eləmirəm. İcazə almalıyım, canlı açıb nə edirəm, nə iş görürəm. Sadəcə olaraq TikTok platformasında kim kimi təhqir eləyir, qanun qarşısında cavab verməlidir. Necə lazımdır? Sən kimsən məni təhqir eləyir? Mən sən nə demişəm ki, danışma. Millət adından da cavab verəsən. Yaxşı, ağzımın danışıb. 22 yaşın var, az yaşına böyük danışma. Ay, məsələdir, Mavi Dəniz restoranı. Sən kimsən ki, mən səndən gəlib Mavi Dənizdə oturum? Mənim üçün sən heç kimsən. Mənim ailəm məsxəriyə qoyan, övladımı məsxəriyə qoyan, yoldaşım məsxəriyə qoyan, mənim üçün heç kimdir. Başa düşdün? Gəl özündən danış. Mənim uşağımın anasısan, mən pis təsir ki, kimsə... Danışıram. Mən sənin Danışma. Ayşə Hüseynin otur sözünə qulaq asdı. Dünya Ayşəman bax sözünüzü kişidir. Mənim uşağımın anasını mən istəməsəm də onu... Sponsorlarımız, bir dəqiqə xahiş edirəm, bir dəqiqə sakitlik yarat. Xüsusi sponsorumuz Medera Hospitalına təşəkkür edirəm. Fizioterapevt, reabilitolog doktor Gülnar Əhmədlinin yanında bel boyun ağrıları, disk yırtığı, protruziya, çiyin diz ağrıları, artroz, skalyoz, kifozdan əziyyət çəkənlər 055-525-17-17-yə zəng edə bilərlər. Bu arada neyrocərrahımız Əl Osman Qədimbəylinin yanında ayın sonuna qədər aksiyalar var. Öncə qeyd edeyim ki, 16-17 yanvarda Gəncədə olacaq, 31 yanvarda Şəkidə olacaq. Bundan əlavə, əgər bir nayihə emeriti olursa, ikinci nayihə pulsuzdur. Dəqiq diaqnoz üçün emeritlər İstanbula göndərilir, rəylər Türkiyədən yazılır. Əl Osman Qədimbəli Medera Hospitalındadır, 055-296-66-68 əlaqə nömrəsidir. Oftalmoloq Mücahid Şahbazova təşəkkür edirəm. Tikirsiz çəplik əməliyyatı, göz dimbi əməliyyatı, egzima lazer əməliyyatı, çəp gözlük, mirvari suyundan əziyyət çəkənlər 050-780-70-ə zəng edə bilərlər. Xəqani Həsənova təşəkkür edirəm. Bizim zob doktorumuz. Əgər zob xəstəliyindən əziyyət çəkirsinizsə, zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər 050-603-81-82-yə zəng edin. Bu arada 17 yanvarda doktorumuz Şəkidədir. Uroloq, androloqumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji, androloji əməliyyatlar, böyrək daşı əməliyyatları doktorumuzun yanında icbari sığorta ilə həyata keçirilir. 055-694-40-50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarovaya təşəkkür edirəm. Uşaqlarda, böyüklərdə qulaq burun boğaz əməliyyatı, plastik burun əməliyyatı istəyənlər, sən axtarramın adından müraciət edənlər 30% indirim var. 050-836-36-36 əlaqə nömrəsidir. Bu arada doktorumuz 31 yanvarda Lənkərana gəlir, indidən qeydiyyatdan keçin. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Azərbaycanda ilk dəfə bir mərkəzdə 40 növ təhsil xidməti var. YÖS, SAT, AELTS, Çin dili, süni intellekt, kiberdin və buraxılış imtahanlarına hazırlıq. Eyni zamanda heç bir imtahan vermədən dünyanın ən məşhur universitetlərinə əgər sizlər qəbul olmaq istəyirsinizsə 051-401-44-43-ə zəng edə bilərsiniz. Referans Həyat Hospitalda çalışan alqoloqumuz Müşfiq Sadıqova təşəkkür edirəm. Əziz tamaşaçılar, baş, boyun, bel, oynaqlar, üz və əzələlərdəki ağrılar, eləcə də sinir sistemi ilə bağlı narahatlıqlardan əməliyyatsız şəkildə qurtulmaq istəyirsinizsə, peşəkar doktorumuz Müşfiq Sadıqova müraciət edə bilərsiniz. 072-502-0033 əlaqə nömrəsidir. Ulduz 0033-ə də zəng edə bilərsiniz. Bu arada Ləman Əlirzayev da doktorumuz, uşaq metabolik xəstəliklər üzrə mütəxəssisimiz Leyla Medikal Mərkəzindədir. Uşaqlarınızda qusma, çəki, boy artımında geriləmə, qıcı olmalar, autizm kimi problemlər varsa 077-502-0033-ə zəng edə bilərsiniz. Nömrə 1 Psixologiya Mərkəzinə təşəkkür edirəm. Vəfa, Bəxtiyar bəylə reklam arası da danışdım. Heç bir təmənnasız qəbul eləyəcək doktorumuz, bir dənə deməli mikrofonu verin, bax.
heç bir problem olmadan, yəni nə pul, nə para, onsuz da Bəxtiyar bəy Bəli, pul. illərlə bunu eləyibdi. Sənin kimi yüzlərlə insana 2016-cı ildən bu yana yardımlar edir bu adam. Sənə də edəcəkdir. Göndəririksə səni axtarıramla və əməliyyatsa əməliyyat, müalicədirsə müalicə. Həm uşağına, həm özünə. Mənə söz verdi reklam arasında. Düzdürmü? Çox sağ ol. Sabah gəlsin yanıma, nə lazım? Sabah saat neçədə göndərib? Saat 10-da olsun yanımda. Saat 10 tamamda Bəxtiyar bəy sizi uşağınızla birlikdə qəbul Çox edəcək. sağ olun. Əməkdaşlarımız, onu siz aparın ora. Tanımır yolu izin. Sən də mənə icazə verəcəksən, bugün DNK-nın cavabını aç. Yox, xoşsun. Hə? Xeyr. Necə əzizsin? Xoşgələn falan məqsədi o da elə. Sizin ürəyinizi partlatmaq. Ay Vəfa, psixoloji problemlər yaranır. Göndərirəm Əli bəyin yanına. Ailələr Əli bəy gəlir. Yox, yoxdur. Həkimə gedim gəlim. Mən sənə deyirəm, vallahi billahi sənin mən bütün əməliyyatın, müalicəni, hamısını o analizin cavabı nə çıxır çıxsın, fərqi yoxdur. Edəcəyim. Oğlu qoymur deyir. Riyazi məntiq var da. İndi bir dəqiqə gəldi Ramal müəllim. İndi bir dəqiqə gəldi ki, onunla heç də danışmaya Xoşqədəm xanıma deyirəm ki, çıxaq gedək biz. Uşağa kişiyə təzyiq Şübhələnirsən ki, qoymursan da. Deyir, dur ki, gedək biz buradan deyir, asma bu. Kişi qoymur. Kişi deyir ki, aralı ot, aralı ot deyir. Bax deyir, aralı ot deyir. Ümumiyyətlə bax, elə bir ki, Ayxan onun oğlu çıxacaq çıxmayacaq, bilmirəm. Nə ola, nə ola? Ayxan onun oğlu indi çıxacaq çıxmayacaq da, Əli bəy onun oğlu niyə görə Əliyə qalmalıdır hər şey? Niyə görə? Mən oğluma pay istəyirəm, Əliyə niyə qalmalıdır ki? Mən niyə ortalıqda qalmışam? Niyə qalmışam ortalıqda? Heç nə düşməyəcək sənə. DNT açılsın, ondan sonra Əlivə al DNT-ni, get pay istə. O vermir Pay axı. sağ vaxtında düşmür ha. Zülfiyə xanım, o verir Arzu xanım, axı. necəsiniz? Vermir o. Arzu. Sağ olun, Xoşgədəm xanım sizi narahat eləyir. Qurbanın anasıdır, hansı ki Vəfa ondan da DNK istəyir qızı ilə bağlı. Çünki üçüncü həyat yoldaşıdır. Uşağa aliment almaq istəyir. Xanım, necəsiniz? Nə var, nə yox? Sağ olun, siz yaxşı olun. Qurban dedi ki, uşağı verin anama. Xoş gəldin. Bəli. Yazmış da orada. Necə? Yazmışdı, bilmirəm, qulaq yazmışdı. Qulaq asmışsınız, yoxsa yox. Qulaq asıram, siz hal-hazırda canlı efirdəsiniz, canlı yayımdasınız. Sizi bağlamışıq efirə, hər kəs səsinizi eşidir. Oğlunuz Qurban dedi ki, mənim uşağımı verin nənəsinə. Orada nə Vəfa, nə də Qurban bilmir ki, hələ uşaq kimindir. Onda oğlunuzu göndərin, gəlsin DNK-sını versin, görsün ki, uşaq kimindir. Oğlum Necə? götürülüb ondan. Xeyr, Bir dəfə götürülməyib. o gedib ondan... Xeyr, orada Götürülməyində sənətdə səhv var idi deyə o DNK götürülməyibdi xanım. İndi isə oğlunuz Qurban qaçır DNK-dan. O astara... Necə? Bronxit Qaçır, xeyr, nə bilirsiniz? Bizim əməkdaşlara deyib ki, ümumiyyətlə mən DNK filan istəmirəm. Yo, o efirə deməyinə baxma, bizim əməkdaşlarımız ona zəng eləyib. Bəli. Necə eləyək indi? Nə məsləhət görürsünüz? Gedməsəydik, keçən dəfə də gedməzdi də. Keçən dəfə niyə getdi? Getdisə niyə görə sənədinin səhvini düzəltmir ki, bu uşaq aliment alsın? Siz bilirsiniz nə vəziyyətdə yaşayır? Bir ana kimi ürəyiniz ağrıyır nəvənizə. Mən sizdə başa saldım, bayaq da əməkdaşınızı başa saldım ki, o uşaq mənim olsa, mən onu heç yanda qoyub qalmaram. O harda doğuldu, o uşaq harda oldu ki, mənim oldu. Harda doğuldu, ay Vəfa, qaynanandır. Onu deyən ki... Harda gördüm onu. Mən onu harda gördüm ki, o mənim oğlumla küçək tanışdığını... Telefonla zəng eləmişdi, biz kiraya Harda, yox, bir dəqiqə, deyir harda gördüm. Sən görüşmüsən xanımla? İndi yox, o vaxtda da nə? O vaxtı deyəndə sən bu qadınla görüşmüsən. Onun evində qalmamış ona qədər. Mən heç bilə görmüşəm. Niyə yalan danışır? Yox, vicdanı yox deyil. Yox, deyir ki, sizin evdə qalıb. Gəl bura Vəfa. Bu ay Vəfa, sənin sərgüzəşlərin nə qədər çox uymuş.
Hara gəlir? Vəfa, harda qalmısan? Onun evində Yasamalda. Yasamalda. Gedirdi işə, mən onun evinin işini təmizləyirdim. Evinizi, eşiyinizi Harda təmiz. qalıb? Mənim evim işimi... İndi Yasamalda da Ayxanım, siz Yasamalda yaşamırsınız. Sən də qızın var, dizi üstündə. Elə danışsan, mənə zəng gelib demədin ki, mənim oğlumun 2 qızı var. Mən uşaq istəmişdim. Vicdanınız yoxdur heç birinizin. Təhqir eləməyin də, zəhmət olmasa, bir dəqiqə Vəfa mikrofonu qoy yerə. Təhqir eləməyin, təhqir eləməyin xanım. Təhqir eləməyin. Mikrofonu yerə qoy Vəfa. Mən heç kimi təhqir eləmirəm. Xanım, qadın gördünüz ki, sizə dedi, Yasamaldakı evinizdə, evinizi yığışdırmışam. Zəng eləmişsiniz, bunu demişsiniz. Yalan deyir bunları. Desin Nərimanovda qalırdım da, niyə Yasamal deyir? Mən ona bilirsiniz nə vaxt zəng eləmişəm. Mənə dedilər ki, Vəfa sənin oğlundan dünyaya qız uşağı gətirib. 3-4 gündür. Bəli. Mən ona zəng elədim. Telefon tapdım. Xalamın qızlarına dedim, tapdılar, verdilər mənə. Dedilər Vəfanın telefon nömrəsidir. Zəng elədim, bacısı telefonu götürdü, könül. Dedim ki, Vəfanın uşağı olub, dünyaya uşağı gətirib, qız uşağı. Deyirlər qurbanındır. Mənə dedi, sizin uşağınız yoxdur. O uşaq sizin deyil, o uşağı mən saxlayacağam. Onunla da söhbət bitdi. Niyə demədi ki, sizin uşağınızdır? Niyə bu yerə gətirib çıxartdılar ki? Hamilə vaxtı deyib, yox mən. Deyir, yalan danışır, deyir, hamilə vaxtı deyib ki, mənə. Düzgün danışır. Mənim oğlum gəlsin. Getsin, analiz götürürsün. Mən sizdən xahiş edirəm, Uşaqların hansı... oğlunuzu, yəni Mənim gətirin. oğlum heç nə qaçmır. O uşaqların hansı mənimdirsə, mən saxlamağa hazıram o uşaqları. Analarını yox, uşaqlarımı. Yəni uşağı əlindən mi alacaqsınız? Əlinə niyə alıram ki? Uşağa alimentini verəcək. Niyə qalmalıdır ki? Niyə bax yerdə qalmalıdır? Bəli. Yəni alimenti mi verəcəksiniz, onu mu deyirsiniz? Əgər qurbanın DNK verilərsə, uşaq qurbandan olarsa, uşağa sahib çıxacaqsınız. Düzgün başa düşdüm? Çıxacam saxlaya. Aydındır. Onda mən sizdən xahiş edirəm, qurbanı bir an öncə gəlməsinə bizə yardımcı olun. Orada, yəni, onda ana deməli, sən bu Rasim məsələsini yekunlaşdır ki, Rasim bilək ki, bu bir uşağın birinci həyat yoldaşındır da, bu ikinci həyat yoldaşı. Bu uşağın məsələsini həll eləyək aliment, sonra da qurbanın məsələsini. Ana deyir ki, mən oğlumun gətirilib o DNK-nın verilməsinə kömək edəcəm. Düzdür, hələ əmin deyilik ki, uşağın atası qurbandır. Amma qurban olarsa uşağı özüm saxlayacam. Allah razıyam qurana. Razısan. Hə, bəli. Verəcəksin. Mən o keçən gəlməmişdim, Xoşxanam xanım. Keçən mənimlə danışır. Ay Allah, sənə qurban olma. Səndə nənəsi? Ay Rafiq kişi, mən sizə bir şey deyim. Baxa bilmirsən, başını bit basır. Yox, niyə baxa bilmirəm? O birisi xəstə, bu birisi xəstə. O işləyir ya. Ay Vəfa, hamı deyir ki, sən baxa bilmirsən. Niyə baxamıram ki? Burada görənlər onu deyir. Çətin vəziyyətə düşmüşəm, həmişə baxamayacam. Günel də deyir baxa bilmir. Orada Günel danışır ki, sən uşağa baxa bilmirsən. Niyə? Bax, uşağa baxmaq asan deyil. Rəqsanə indi gəlib 5 dənə uşağı var. 5 uşaq var, 6-cını bilirsiniz, əməliyyata görə tələf etdilər doktorlar. Ay Hüseyin, bir dənə ona ver. İndi uşaq həyat yoldaşındadır, Eldənizdə. Rəqsanə də sığınacaqda qalır. Rəqsanə gəlibdir ki, mənim 5 uşağımı alın verin mənə. Qızım, harada baxasın uşağa? Atamın evində. Atanın evində? Yadınızda saxlayın. Ataların evində ya bir gün, ya 2 gün, ya da bir ay. Bir uşaq deyil, Rəqsanə. 5 uşaqla ata evinə necə sığınacaqsan? Atam mən istəyir, atam atmır ki mən üçün. Atan gördüm səni necə istəyir, qızım. Yox, vallahi. Mənə burada sən tamaşaçıların gözünü boyaya bilərsən, amma mənim gözümü boyaya bilməzsən.
Mən gördüm sənin atanı da, gəlməyini də bura. Onun sənin əməliyyatın vaxtı ona burada mən həkim götürmürdü səni, həkimlə danışığa belə çağırdım, adam gəlmədi. Amma yenə də bu sənin işində, atandır. Mən səni atanı pisləməyəcəyəm. Qərar sənindir. Amma sən o 5 uşağı ata evində saxlaya bilməzsən. Nənə baxır, ata baxır. Rəqsanə, əmin sən uşaq istəyirsən. Bəli, bəli. Bax, burada tamaşaçıların qarşısında deyirəm, ha. Sabahları o uşaqları bura gətirib, o uşaqlar küçədə qalsa, ona mən cavabdeh deyiləm. Yox, xoş gələm xanım, Allah eləməzsən, yox. Mən o uşaqlara baxmayacağam. Mən onlara nə paltar alacağam, nə yemək alacağam, nə gələsən bura qucağında uşaq, mən sahib bax. Uşaqlar atanın, nənənin yanındadır, Rəqsanə. Yanına gətirdib aparmaq istəyirsən. Əminsənmi qızım? Bu gündən də sonra ay onun filan dərdi də var, ay bunun filan dərdi də var deyib eləməyəcəm. Bax, Günel gəldi, ərini axtarır da, ərini tapdım, çıx get. İkinci dərdim mənim maraqlı deyil. Amma indi elədim də, indi bu Günel sonuncudur da. İndi sənə deyirəm, bu hamıya aiddir sənə də. Sən bu uşaqları gətirdib aparmaq istəyirsən atanın yanına, elə mi? Bəli. Mən sənə kömək eləməyəcəm. Yox, sosialımı da boşanmağıma görə kömək edin, xoş gələm. Necə? Boşandırım da sosialımı. Boşanmaq deyə, Nail vəkil burada oturub, ancaq boşandırmaq üzrə mütəxəssis. İmkanım yoxdur da boşanmaq. Vəkil kimi gedir. Boşanmaq elə asan bilirlər. Üzr istəyirəm. Ortada 5 uşaq var. Bəli. Bunları fikirləşmir. Elə boşanmaq elə deyirlər, boşanmaq qutardı deyir. Bunlar elə bilir ki, belə asan deyib 5 uşağı saxlamaq. 5 uşağı alimentə oğlan verəcəkdi. Elə bir yerdə olanda saxlayardı da, saxlayanmırdılar axı. Bunlar elə bilir ailədən kimi. Məsələ bəlkə bunu kimsə öyrədib ki, onlar gələndə ikisi də ər-arvad deyir ki, saxlaya bilmirik. Köməklik lazımdır. Bəli. Sosial yardımı dövlətlə bağlı. Sənə yalnız yol göstərə bilərəm ki, gedirsən ora, necə ki, indi Günel gedəcək, sosial yardımını düzəltməkdən ötəri. Sənədlərdir, odur, bunu onu alıb toplayacaq. Sən də elə, mən sosial yardım verən deyiləm, bu dövlətə məxsusdur. Dövlətə qurumlar var, onlar verir. Uşağı istəyirsən, düzdür? Mən sənin uşaqlarını gətirdirəm və sənə də verirəm. Ondan sonra məni narahat eləməyəcəksən, acından öldü, ay paltarım yoxdur, ay dədəm məni evdən qovdu. Yox, Allah eləməz. Mənə aidiyyatı olmayacaq. Biləndiyi an onun əlindən dövlət uşaqları alıb yerləşdirəcək uşaq evinə. İndi nədir, deyirsən dilənməyib uşaq? Yox, çox söz deyə bilər, deyirəm yoldaşımla. Yoldaşım deməyib, insanlar yazdı. Sən də dedin ki, bir dəfə olubdur, burada dedin də. Rəqsanə, sən burada da dedin də ki, bir dəfə olubdur. Rafiq kişi, bu uşaq bu kişinindir. Gözləyir Hüseyin götürsün. Deyir ki, uşaqlarıma baxıram. Uşağa baxırsam 6 il niyə baxmadım? Nəyə? 6 ildə 2 dəfə qapıya gəlib, nətər baxmır? İndi baxır da. Niyə baxır? Uşağı hazır baxırlar da, uşaq yekələnir. Onun telefonumu gətirib, onun hissələrdə... İndi deyir, baxıram, uşağımı ver mənə, sən də uşaqları gətirmirsən. Ver ona çıxsın götürsün. Yox, uşaq anasınındır. Necə? Hası ananındır. Cehiz aparıbdı, amma o cehizin içində uşaq yox idi. Uşağı birlikdə, yəni dünyaya gətiribdi. Məhkəmədə aralaşanda niyə götürmürdü uşağı? Niyə götürmürdü? Səbəb nə idi? Xəyalın var idi, qoymadı verməyə. Mənim xəyal kimi, mən bir dənə göydə Allahım var. Qanun qarşısında da boynum qıldan incədir. Ki, mənim xəyalım var, dalımda gətirib, sənin kimin var? Şəmkirdə uşaq, həmən uşaq, balaca uşaq. Yolda dedilər, nəfəs çatmır, bunu qaytarın aparın, evə ölür. Həmən uşaq, mən buradan 1500 manatla, buradan getmişim. Gəncədə mən onu delirtmişim. Bir dəfə qapı açmayıblar. Bir dəfə qapı açmayıblar. Xoş gələm xanım. Xəstəxanasında mənim dədəm pul qoydu. Bir dəfə qapı açılmayıb. Xəstəxanaya getdi. 6 ildə. Xoş gələm xanım. Özümün qırsam qırıldı, dalından gedə bilməm. 6 ildə bu adam 2 dəfə qapıya gəlib. Gəlib. Sizi görəndə mən də qorxuram, o qorxusundan gəlməyibdir. Kim qorxusundan gəlmir? Bu. Niyə qorxusundan gəlmir? Yəni siz bir dənə belə qışqırıb eləyəndə o da qorxur ki, şərə düşər, nə bilim, biri qalxıb deyər ki, mənə valla sizdən mən qorxuram ki, bu dəqiqə nə olacaqdır? Xoş gələm xanım. Bilirlər də mən nətəri rayondur, Örgənə də bilərsiniz, icra nümayəndəsindən də bilərsiniz ki... Mən sizə pis demirəm, ha. Yəni mən deyirəm ki, siz buradan bura mənə dediniz ki, bir dəqiqə, mən bilirsiniz niyə bu söz deyirəm? Siz buradan bura mənə dediniz ki, uşaq ananındır. Bunu o adam deyir ki, cehiz vermişsən də qızına, düzdürmü? Vermişəm. O cehizin içində uşaqları vermişdin. Yox.
Bu adam əgər mənə deyirsə ki, uşaq qızımındır, bu ora gələndə bir dənə belə daşı götürüb buna vuracaqdı, aləm dəyəcək bir-birinə. Mən də ona görə qorxuram sizdən. Bunu bir Deyirəm dəfə ki, də yəni, döyüb. qısa bir ara verək. Qısa bir ara verək. Necə? Mikrofon. Balnisiyada uşaqlar xəstəxanada olub, zəng eləyiblər bunlara. Bir dəfə gəlməyib qapısına. Allah. Kim Allah deyir şahiddir getməyib? ki. Kim Bax, deyir Balnisiyada getməyib? Hər bir Gədəbəy dəqiqəsində Balnisiyası zəng sosial gələndə mənim mənim atam gedir. Allah Zəng Allah. gələcək. Bunlar uşaqlardan necə istifadə eləyirlər? Bunlar Mən uşaqları uşaqlarımı necə verirəm. oyuncaq Nətər hesab olsun eləyirlər? Uşaq alət olsun bunların əlində. Gündə bir dənə maşın alır. Uşağı toylatmışım, uşağı Onu vurmuşum. Ya görənməyəcəksən. nəsə eləmişim, psixologumuz var. Sən onu görənməyəcəksən. Hörmətli Xoşuna bax, mən Əlim, mən sizdən xahiş eləyirəm. Uşaqlar buradadır. Təkbətək kameradan kənar əlim uşaqlarla görüşsün. Mənim görünüşdə problem deyil. Uşaqlar istəyirsə, buradaca uşaqlar qoşulsun, atasına çıxsın. Allah köməyiniz olsun. Yenə deyirəm, etirazım yoxdur. Uşağı ağlayıb. Uşaqlar mənə qarşı Xoş çıxarıblar. gəliblər. Mənim uşaqlarımı verirəm. Yəni çıxarıblar, psixoloq nə üçündür? Bax bu 10 yaşına günləri kimi üzr səbri istəyirəm. olarsan yəqin anasız. Baxın, Hoş əlim, geldin hanım. neçə dəfə bir dəqiqə, Baxın, ay oğlum, danışa bilərik. ay bu Gədəbəydə nə yemisən, nə içmisən, ay qardaş sən. Təmiz havasını. Dalına bir öyün yıxılması. Vallah bu təmiz hava, təmiz su deyib buraları Yalan dağıdırsan, olsun, studiyanı öyün bir-birinə vurmusan. Keçin Əlim, bakalım. əlim. Buyurun. Mən istəyirəm, biləsiniz ki, indi mütəxəssis var, mən onun yanında danışmağım, amma mən də artıq o mütəxəssis oldum, bütün gün insanlarla Yox, işləyirəm. maşallah mütəxəssis. Yox, əstəğfurullah. Deməli, əgər uşağı sənə qarşı öyrədiblərsə, mütəxəssis gedir onun yanına, özü də Əli müəllim kimi mütəxəssis. Əli müəllimlə danışanda, Əli müəllim artıq onu hiss eləyəcəkdir ki, nə var, nə yox, uşaq da onu özü. Psixoloq nə üçündür? Peşəkar bir psixoloq. Atanın adını bir daha bileyim mi? Səadət Məmmədov. Səadət. 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 Mahnı da var. Səadət. Mahnı da var ona. Uşağı görüb ki, ata, uşağı görürüm onu ata deyər. Atıf gedəndən sonra uşağı buraxıb aparıb polisə Ata Sizin demirdi, o uşaq kimi mənə Rafiq həmişə ki, dədə deyir, qaynatası ata yox. olan Həmişə görüm bəxtəvər dədə olubdu. deyir. Ata Xoş yox. gəldim xanım. Allah'ım olsun onu Gəncədə torpaq da almışım. Sizin Mən ona kimi Gəncədə həvəsinə beş qaynatası olan bəxtəvər Bir dəqiqə olubdu, ay maraqlanma Allah. bilərsiniz. Mən Ay özüm Allah. almışım, şəxsi pulum. Bəxtəvər olubdu. Şəkərbəy Səadət cəmaətindən bəxtəvər. xahiş edirəm, zəng eləsin də sizin o Bir uşaqlara dəqiqə, verdiyiniz icazə ver, zülmləri Əli mənə müəllim desin. getsin, Yoldaşım uşaqlarla nətər danışsın. qapı Ay sıxışdı, Səadət. düyünü, Uşaqları mənə kim Ay təqdim edir? Səadət. İstəyirsən bu dəqiqə zəng eləsin. Səadət, uşaqlarla Əli müəllim danışacaq. Canını sağ eləsin, görüşsün. İnşallah bugün Təşəkkür edirəm, uşaqların Əli müəllim. əlindən tutub buradan gedəcəksən. İnşallah, inşallah. Ay xoş gələm xanım. Dünənləri bu mənə irad bildirirdi. Ki ay belə uşaq elə. Dünənləri biz neçə saat 9 işləmişəm mən çıxıb gedəcəm buradan. O uşaqlar qaçıb uşaq atasının məndən soruşur. Bu kişi də 15 dəqiqə mənə bayırda qaldı. Bu bir dəfə uşaqlarına yaxınlaşmadı. Yalandan burada gəlib guruldamaq deyil. Dünən mənə irad Bircə dəqiqə, Hüseyin, bir dəqiqə mən qeyd edeyim ki, Əli müəllim indi uşaqlarla danışacaq. Valla mən bax Rahmata idi də, Ratma, day Ratma, bu nə addı qoyublar sən Allah, qurban olum sənə. Ratma deməli atasının üzünü də görməyib. Atası ilə bağlı sujeti izlədiniz də dünənləri, necə sevgi ilə danışır. Biz niyə uşaqları öyrədirik ataya qarşı, yaxud anaya qarşı? Niyə uşaqları ayrılanda bir-birinizə düşmən kimi böyüdürsünüz? O düşmən kimi böyütdüyünüz uşaq, inanın mənə, sabah elə öyrədənə düşmən olacaqdır. Sabah elə, mənim sözümü kəsmə. Sabah elə öyrədənə düşmən olacaq. Ana öyrədibsə anaya, ata öyrədibsə ataya. Niyə düşmən böyüdürsün? O düşmən böyütdüyünüz cəmiyyət üçün də yararsızdır. Sabahları bizlərə kinini, küdurətini, sevgisizliyini püskürür. Oturur TikTok'da, orada, burada, sosial şəbəkələrdə etməyin də. Bu arada mən indi Əli müəllim orada söhbət eləyir uşaqlarla. Mən qeyd edeyim ki, nömrə 1 Psixologiya Mərkəzinin Xalqlar Dostluğu bölümündə ilkin qəbul, mütəxəssislərin qəbulu ödənişsizdə ayın sonuna qədər Xalqlar Dostluğu bölümündə uşaqlarınız kəkəliyirsə, nitqində, yaddaşında problem varsa, autizmdən əziyyət çəkirsə, özgüvən problemi, ünsiyyət problemi, sosial fobiya, hiperaktivlik, nitq problemi, yaddaş problemi, davranış problemindən əziyyət çəkənlər, əziz valideynlər, Xalqlar Dostluğu bölümü nömrə 1-də ayın sonuna qədər ilkin ödənişsiz, yəni qəbul
ödənişsizdir. 055 562 01 47-yə müraciət edin. 28 may bölümünə də mənim adımla müraciət edənlərə xüsusi endirimlər var. Yararlanın. Yararlanın, uşaqlarınızı cəmiyyət üçün yararlı övlad kimi böyüdün. İndi nə deyim mən? Qoy görək, Rafiq kişi. Sizi ant vermişəm, Allaha doğru deyin. Siz uşağınızı qadın götürüb getsəydi, belə rahatçılıqla uşağınızı verərdi. Mən uşağımı ömür boyu atmarım. Ömür boyu. Yəni, kürəyimin dalında, kubikdə mənim uşağım gedib taytuşlarından ki, yeyib içməyə gedib. Deyib pul olmağa da taytuşundan gedib. Allah şahiddir ki, getmişim gecə soruşa da bilərsiniz. Getmişim Rəşid var qonşumuz. Allah imkanını artıq eləsin. Demişim sana qurban olum. Bana 200 manat pul ver. İndi gelip sizə sual ben o verirəm. pulu vermişəm. Qaynata, qaynana kimdir ki, mənim uşağımı alsın? Mən həyatdaykən. Onu 6 ildə niyə tulluyurdun? Niyə tulluyordun? Xoş adam. Bir dənə səbəbi nədir? Uşağı niyə Bilirsən tulladın? necə tullamışdı? Gedəydin məhkəməyə müraciət eləyəydin. Məhkəmə özü də müraciət eləyir. Atalıqdan məhrum edəydin. Özü də deyib ki, məhkəmədə də deyib ki, mən uşağı aliment ödəməyəcəm, atalıqdan imtina eləyirəm. Yalan deyir. Xoşqədəm xanım. Rəsmiləşdirmisən onu. Orada məhkəmədə bana Orada dedi. məhkəmədə nəyi verəsən mənə? Sənədi ver ki, atalıqdan Yox, imtina eləyim. orada məhkəmədə bana dedi ki, uşağın aliment deyiləm, mən aliment Dedi, istəyirəm. fakt deyil, hörmətli Rafiq bəy. Bəli. Dedi, fakt deyil. Fakt sənəddir. Varmı o sənədiniz ki, bu adam imtina eləyib? Yox, mənə demədi, orada polis özü İndi dedi mən məhkəmə. ümumiyyətlə tamaşaçıya sual verirəm. Qaynata, qaynana, qızı ərə gedibsə, uşağı niyə öz yanında saxlamalıdır? Saxlamalı deyil də. Xoşgədəm xanım, burada bir qız çıxmışdı, Zakataladan atasını gəzdirdi. Mən də orada kövrəldim, bilmir, baxdınız, baxmadınız. Mən bu efrət çıxmayıb, o uşaq bu efrət çıxsaydı ki, biz atamızı gəzirik. Atamız bizə yer dursun. Onda mənə nə qiymət verərdiniz? Mən gəlməsəm. Və yaxud da ki, bu 6 ildə də uşağı almaq üçün. Burana and olsun, bizdə dəqiq deyilin, sən nə deyirsin, mən başa düşdüm. Mən nə dedim ki? Sentyabrda uşağa paltar almağa mənim atamı çağırıblar. Atam dedi ki, mən gəlmirim. Mənim uşağın atası gələcək. Atamla yoldaşlı gəlmişik. Rayonda məni görüb də qaçıb gizlənirlər, telefona da cavab verməyiblər. Bizim kənd maşınları çəkilib gedəndə, mən maşına minib gedəndən sonra arxadan zəng eləyirlər ki, Aydındır. uşaqlar gətirmişlər. Bəxtiyar bəy gəlsin, çünki indi Əli bəy gələcək birazdan. Bəxtiyar bəyin sujetimiz var, Bəxtiyar bəy. Qeyd edeyim ki, icbari sığorta ilə uroloji, androloji əməliyyat istəyən, böyrəkdaşı əməliyyatı istəyənlər 055 694 4050 əlaqə nömrəsidir. Ay, Vəfa, söz verirsən. Mütləq. Sən deyəndə ona denən ki, səni qəbul eləyəcək. Yox, qəbul eləyəcəm əlbəttə. Sağ ol, Allah kömək Açsa da, açmasa da fərq eləmir. Nə açsa bu nədir? Mən deyirəm mənə kömək eləsin, deyir ki, açsa da, açmasa da. Yəni, Allah sənə açsın, kömək. yaxşı, açsın. Yox, denən ki, aç sən, sabah gəl yanıma. Orxan, açsın, sabah gəlin yanıma. Açsın. Bugün açırsan. Bugün yox. Bax, açsan, açacaqsın. Bugün yox. Yox, fikirləş, gəl. Doktor, onda denən qəbul eləməyəcək. Yox, qəbul eləyəcəm. Söz verdim. İndi denəndə, ya. İndi Eləməsə də canı sağ olsun, açılmayacaq bugün. Necə? Eləməsə də canı sağ olsun, açılmasın. Yox, yaman pis yerə ilişmişəm, əziz tamaşaçılar, bunu eşitməyəcəyəm. Amma sənə əminliklə deyirəm ki, Əli DNK verməyəcək, ondan əlini üz. Verməyəcək, açılmayacaq. Əlini, yox, sən mənə, onda sən gətirib pulumu ödəyəcəksən. Ayxanda pulunu ödənmişdi o. Yox, Ayxanda o mənə müraciət eləmiş. Nə olsun, mən də müraciət edirəm. Sən müraciətin yersizdir. Mən onun cavabını bilirəm, bilirəm, sənin narahatçılığını da bilirəm, hər şeyi bilirəm, icazə ver açılsın, gəlsin, surət izləyək, nəysə, əsəblər. Bugünkü xəstəmiz 41 yaşında kişi xəstəsi sol böyrəyində ağrı şikayəti ilə müraciət elədi. Aparılan müayinələr sonrası xəstənin sol böyrək üstü vəzinin adenoması diaqnozu qoyuldu. Bir az sonra əməliyyata başlayacaq, adenektomiya əməliyyatı deyirik, böyrək üstü vəzinin çıxarılması əməliyyatını yerinə yetirəcək. Böyrək altı vəzində mənim şiş olduğum üçün özümü çox narahat hiss edirdim. Bir gün Xoşqədəm xanımın verilişində Bəxtiyar həkimi gördük və yaxınlaşdıq, müraciət elədik. Çox sağ olsun ki, Bəxtiyar həkim məni şəhid əsi olduğum üçün sığorta ilə çox gözəl qarşıladı. Allah ondan razı olsun. İndi birazdan da əməliyyata gedirik inşallah.
Siz məni çağırardınız. Ay can. Gəlin bura mikrofonu verin doktor. Mənim gözəl anam. Bir əmr edərdin, gələrdim huzuruna. Mən səni sevirdim. O qədər istəyirəm. İstəməyimin həddi hüdudu yoxdur. Can. Sağ olsun bu gözəl həkimim ki, mənə səni görüşdürdü. Mikrofonu yaxın tutaq. Baş üstə. Anacan, hardan gəlmisən? Mən Xaçmaz rolunun Bostancı Oy, kəndindən buradan gəlmişəm. Xaçmazdan, bütün Quba, Qusardan, Şabrandan məni izləyənləri Onlara da öpüb salamlar. bağrıma basıram. Mənim Çox qəlblərim, sağ ol, ürəklərim. Sən ana qurban olsun. Can, Mənim Allah balam eləsin. şəhid, sən yaşayan yerdə Ağdərədə şəhid olub. Hə, igid balam, 18 yaşı orada tamam oldu. Ana qurban olsun sənə. Allah bütün şəhidlərimizə, Mənə sizin oxudun orada. oğlunuza da. Qəhrəman ana oxudun orada. Qız qoyub ora bilmirəm, qoymayıb Yox, qızlar. oxumadım. Hə, Mən indi niyə dedim. oxumadım? Verdim axı oxumağa. Oxusun, mənə qəhrəman ana adı veriblər. Həqiqətən də balam orada qəhrəmanlıqlar eləyib. Anacan, Orada şəhid olub. Bütün Allah sonra sizin şəhid timsalınızda bütün şəhid sağ ol, çox ailələrinə, analarımıza, onların həyat yoldaşlarına, yaxınlarına səbir versin. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu günləri o torpaqlara addım basırıq. Təşəkkür. Ona görə biz hər birimiz sizlərə minnətdarıq. ol. Doktor, sizə təşəkkür edirəm Mən- ki, bir anamızı sevindirmisən. Hə, mən Onun xəstə balasını əməliyyat Hə, eləmisən. ağır Gəlin əməliyyat Bəxtiyar edim. Hüseynovu bir alqışlayaq dostlar. Borcumuzdur ailələrə xidmət etmək və sizin qarşınızda da mən baş əyirəm. Anacan. Təşəkkür edirəm, çox sağ ol. Bu ikinci Ağır operasiya idi. Bir dəqiqə mən sözümü. Hə, bəli, deyin, qoy biz Ən ağır tutaq, operasiya mikrofonu idi, biz hə. tuturuq. Ən ağır operasiya idi. Doktor, həkimlər axtarırdım, tapa bilmirdim. Sizi verilişdə bu nurlu həkimi gördüm. Orada da Can. ona təşəkkürümü bildirdim. Dedim, yox, o ona bitməyəcək. 10 milyon xalqı qabağında mən gedim orada təşəkkürümü bildirim. Bax, Ona gəlməyə görə də Allah bilərdi, çünki uzun ömür yox, gəlməyə bilməzdi. Bəli, Bəxtiyar bəy Hə. istəmir, amma görürsünüz, anamız, bu ağsaçlı anamız durub gəlibdi. Həqiqətən Yox, sizin mən kimi minnətdaram. insanların qarşısında gecə-gündüz işləyəndə insan yalnız qürur duyur. Çox sağ Sizin olun. kimi belə Səni qadınlar, görməyimə də fədakar analar, xeyirxah analar, yaxşını pisdən ayırmağı bacaran, təşəkkür etməyi bacaran, Allaha şükr etməyi bacaran kim varsa Özüm namaz yanında, qılan anayam. onları sevin. Dualarım Onlar belə dəyərlidirlər. bağlaşır. Səni həkimlərim hamısı yaxşıdır. Xəqani doktor yanında olmuşam. Sizi ki salam duva göndərdim. Bilməm çatdırdım. Çox sağ olun. Qoyun mən mikrofonu Əl Osman, tutum, hə, tutaram. Əl Osman doktor yanında olmuşam. Sizi ki salam duva göndərmişəm. Hamısı Bax bu çatdırıbdı. həkimi yanında da dedim aparın Verin, mən mən salamımı. tutacam, mən tutacam, Hə, salamımı anacan. aparın çatdırın. Bilmirəm çatdırıblar ya Yox, çatdırmır. indi adlarla çatdırmırlar, amma Hə. hər dəfə oradan gələndə deyirlər ki, bütün analar, atalar gələn Mən pasiyentlər sizi çox sizə istəyirəm. təşəkkür edir. Mən də onlara buradan hər birinə mənə o təşəkkürü göndərənləri öpüb bağrıma Sağ ol. basıram. Vallahi Bugün həqiqət mənim çox anam, istəyirəm. atam yoxdur, Allah amma rəhmət onların eləsin. yerində olan mənim Yerləri ata-analarım var, cənnətlik hansı olsun. ki mənə dualar edirlər. Hə, eləyirəm. Allah sizi qorusun. Özüm namaz qılıram. Valla dualarım sizi kimi. Çox sağ ol, Belə gəl. yaxşı həkimlər kimdir? Mənim ürəyim. Ramal müəllimdə öpmək istəyirəm. De buradadır, gəl. Gəl Ramal, gəl. Orada da demişəm Ramal müəllim olsun. Belə balaya da Allah kömək olsun. Valla sənin sözlərinlə mən çox razıyam. Çox düzgün danış. Çox düzgün danışam. Sağ ol nənə, Allah sizə Sən sağ deyənlərə mən də qol çəkirəm. Çox sağ ol. Anasından küsən, atasından küsən bu Xoşqədəm xanımın yanındadır. Niyə belə eləməsinlər? Qoy yaxşı-yaxşı hərəkətlər eləsinlər. Çox sağ ol. Valla mən özüm 72 yaşım var mənim. Valla hələ balaların atan analara mən nifrət edirəm. Düz eləyirsən. Mən balalarım ciddi var, dişinə, dirnağına böyütüb. Onlar məni istəyir, mən də balalarımı. Çox sağ olun. Balalarımı anacan. yoluna Minnətdaram. Çox sağ olun. Çox təşəkkür edirəm doktor. Sizə Sağ minnətdaram. olun, çox sağ olun. Ağır bir əməliyyat Ağır bir idi. əməliyyatı, böyrək üstü vəzinin şişindən gedir söhbət. Əməliyyatı elədik, çox yaxşı oldu, tamamilə təmizlədik. Bu saatda tərtəmiz. Şükür. Çox şükür çox və yaxşı. qeyd eləyim ki, doktorun yanında icbari sığorta ilə əməliyyat etdirə bilərsiniz. Uroloji, androloji, o cümlədən böyrək daşı əməliyyatının icbari sığorta ilə əməliyyat etdirmək istəyənlər elə bu dəqiqə 055 694 4050-yə müraciət edə bilərlər. Belə bir peşəkar doktor, professorumuz Bəxtiyar Hüseynova müraciət Sağ ol, edə bilər. sağ ol. Bu gözəl anamızı alqışlarla yola salaq. Bu gözəl, ağ saçlı, gözəl anamı alqışlarla yola salıram. Təşəkkür edirəm çiçəyiniz üçün. Allah sizi var eləsin.
Bəli, bəli. Mən götürüb bir çiçək aparıb onu təbrik Can, edirəm. can. Heç bu çiçəksiz də gəlişiniz mənim üçün çiçəkdir, anacan. Minnətdaram. Allah sizi qorusun. Allah sizi qorusun. Allah sizi qorusun. Sağ olun. Mənim gözəl anam. Görürsən, gəlib Xaçmazdan. Sevir də, o tərəfdə məni sevir. Öpürəm buradan. Mənim əzizim Zülfiyənin anası da Şabrandan məni izləyir, bilirəm. Xaçmazdadır, mən niyə Şabran dedim? Gül xanıma görə Şabran. Gül xanım yalandan deyib Canım oğlum, mənim, anacan, öpürəm, bağrıma basıram o gözəl əllərlə. Dünən məni təbrik eləməmsən. Niyə? Zəngin həmişə gəlirdi. Canım mənim, hamını sevirəm, hamını sevirəm. Gəl buraya Ramal, gəl sənin təşəkkürünü də verək. Qeyd eləyim ki, övladlarınıza təhsil verin. Övladlarınıza təhsil verin və qeyd eləyim ki, bizim beynəlxalq təhsil mərkəzində həm kurslar, uşaqlarınızı, bax, bütün dillər üzrə kurslar, hazırlıq imtahanları var. Xarici ölkələrdə ən tanınmış universitetlərə imtahansız qəbul var. Bunların hamısı beynəlxalq təhsil mərkəzində özdə 40 növ təhsil xidmətidir ki, Azərbaycanda yalnız beynəlxalq təhsil mərkəzində bu qədər təhsil növü var. Sadəcə zəng edin. 050 401 44 43 beynəlxalq təhsil mərkəzinin əlaqə nömrəsidir. Həftənin 6 günündə bütün mütəxəssislər xidmətinizdədir. Güllə, çiçəklə gəlib yenə görə hansı universitetə qəbul olur. Gəl görüm, hara giribdi, hansı universitetə? Xoş gördük. Təşəkkür edirəm. Tezdə olsa doğum gününüzü təbrik edirəm. Ay, çox sağ olun. Ay Allah, al, təşəkkür edirəm. Bugün o qədər mənə yenə çiçəklər gəlib. Bu arada Dövlət Sosial Xidmətlər Agentliyinin Zabratdakı bölümündən də Rıza müəllim, onun komandası mənə necə gözəl çiçəklər göndərib. Azər doktoru buradan salamlayıram. Günaydın restoranlar qrupunu salamlayıram. Hamı da məndən küsübdür ki, bizə deyirdin çiçək göndərmə, dünən o nə çiçəkləri idi. Hamınıza minnətdaram, əzizlərim, dostlarım. Çox sağ olun, minnətdaram. Nə yaxşı ki, sizin kimi dostlarım var. Buyurun. Bir dənə də dost indi qazandı. 2025-ci ildə mən öz təhsilimlə bağlı beynəlxalq təhsil mərkəzinə müraciət etmişdim. Çox sağ olsunlar. Valideynlərim beynəlxalq təhsil mərkəzinin sənə axtaran verişində gördülər və müraciət etdik. Yaxşı ki də müraciət etmişik. Bugün Türkiyə Dövlət Universitetlərinin birində informasiya texnologiyaları üzrə təhsil alıram. Təhsil sistemindən razıyam, universitetimdən çox razıyam. Başda valideynlərim olmaqla Ramal bəy və kollektivinə dərin təşəkkürlərimi bildirirəm. Qış tətilində də artıq tələbəmiz buradadır və bizim yanvarın 24-də qış tətilinə gələn tələbələrimizlə görüş keçiriləcək inşallah və onların da hər birinin ailələrini biz ziyarət edirik. Xoşqanım xanım, qeyd etdiniz ki, Azərbaycanda bir mərkəzdə 40 növ xidmət göstərilir. Bilirsiniz ki, günümüzdə valideynlər övladlarının yaxşı yetişməsi üçün, yaxşı ixtisas və yaxşı universitetə qəbul olması üçün hazırlıqlara göndərirlər, yaxşı məktəb seçirlər. Amma orada bir xata olur ki, sonuçta bu qədər pul xərclənir, amma mənim övladım niyə riyaziyyəti sevmir və yaxud da kimya, biologiyanı sevmir, ingilis dilini öyrənə bilmir. Düzgün istiqamət çox önəmlidir. Beynəlxalq təhsil mərkəzində 50-dən çox əməkdaş çalışır və bundan hər biri öz sahələrində mütəxəssisdir. 4 və 4-cü sinif və 9-cu sinifdə olan övladlarımız varsa, valideynlər mütləq şəkildə bizə müraciət etsinlər. Onların məktəb hazırlıqlarına tutmuş, lisey hazırlıqları, ingilis dili, Çin dili, hətta buraxılış imtahanları, blok imtahanları, hansı ixtisaslara bizim övladımızı istiqamətləndirsək, o sahə üzrə hazırlaşsa daha uğurlu olar. Buna qədər biz bütün xidmətləri göstəririk. Buyursunlar, müraciət etsinlər və qeydiyyatdan keçən hər bir şagird üçün bizdə Beynəlxalq Təhsil Mərkəzinin belə bir çantası var. Nələr var? Burada çətirdən tutmuş, termusdur, powerbankdır, bloknotdur, flaşkadır. Yəni, hər şey var və biz bunu tələbələrimizə hədiyyə edirik və həftənin 6 günü xidmət göstəririk və onu da qeyd edim ki, magistr və doktorantur üçün qeydiyyatlarımız da başlayıb. Eyni zamanda yüksək nəticə toplayan gənclərimiz varsa, həm YÖS üzrə, həm SAT, həm IELTS fərqi yoxdur. Dövlət proqramına müraciətlərimiz də başlayıb. Bununla da bağlı müraciətlərini edərək top 100-lükdə yer alan universitetlərə tam təqaütən övladlarımız qəbul ola bilərlər. Qeyd edeyim ki, 051 401 44 43 Beynəlxalq Təhsil Mərkəzinin əlaqə nömrəsidir. Övladlarınıza təhsil verin. Ən güclü cəmiyyət mənə görə təhsilli cəmiyyətdir.
uşaqlarımız, qızlarımız nə qədər savadlı olub ayaq üstə duracaqlarsa, o qədər də uşağını atanlar olmayacaq. Rəqsanə kimi 5 uşağı dünyaya gətirib sonra onu necə eləyim, necə saxlayım deyən olmayacaq. Hər şey planlı, proqramlı olacaqdır. Alqışlayaq, balamızı da yola salaq. Və bu arada bizim dəyərlimiz alqologumuz burada oturubdu. Qeyd edeyim ki, referans hospitaldadır bizim Müşfiq Sadıqov. Hətta burada gələ bilərsiniz, əziz tamaşaçılar. Buradan pulsuz, parasız göndərəcəm doktorun yanına. Əgər baş, boyun, bel, oynaqlar, üz və əzəllərdəki ağrılardan, sinir sistemi ağrılarından əməliyyatsız xilas olmaq istəyirsinizsə, o zaman peşəkar belə bir doktorumuz buradadır. Və özə pulsuz göndərəcəm, yazılın, gəlin bura, göndərəcəm doktorun yanına. Zülfiyə xanım, neynədir? Getmişdi yanına. Deyirdi ki, əllərim elə ağrıyır. Aylardır, bu artroz imiş, onu Əl Osman doktor dedi mənə. Elə bilirdim ki, kapral damardı, ümidli idi. Elə başa düşürdüm. Sonra müayinə elədi, bilindi ki, artroz imiş, ağrıları dözülməz idi. Barmağım... Neynədir? Sən doktor neynədir? İşləmirdi də bu barmağım. Doktor yenidən müayinə elədi, artroz təsdiqləndi. Ultrason altında baxdıq, yəni o nahiyəyə, həmin nahiyəyə, problemli nahiyəyə iynəmizi vurduq. Yəni, bir iynədən sonra artıq neçə gündür? 3-cü günə tam işlədi barmağım, hətta xəmir yoğurub. Halbuki ona qədər o ağrıdan dayana bilmirdin, istifadə edə bilmirdin. Ağrı bir yana, işlək deyildi də, barmağım amma indi işləkdir. Doktor, elə elə ki, bunda hər yer işləsin, yəni barmaqlar. Ayaqlar, çünki ayaqlarla bura gəlir, barmaqlarla mikrofon. Özü də elə gözəl insandır, nə bilim. Doktor, həqiqətən. Müşfiq doktor, həqiqətən möhtəşəm doktordur. Çox sağ olun. Doktor, xahiş edirəm, bax, bu bir də gidəcək, ayağım ağrıdır. Bunun ayağına da baxaydın. Deyəcək, mikrofonu tuta bilmirəm, gəlmirəm. Elə ki, bu heç yerə bəhanəsi olmasın. Bəhanəsi olmasın. Yox, mən buraya sevərək. Zülfiyə xanım həyatın sonuna kimi buradadır. Elə iynə vuruldu ki, o buradadır. Mənim həyatımın sonuna kimi o Zülfiyə xanım məndən çox yaşayacaq inşallah. İnşallah siz də çox yaşayın. O da və qeyd edeyim ki, dostlar, baş, boyun, bel, oynaq, üz və əzəllərdəki ağrılardan, sinir ağrılarından əməliyyatsız qurtulmaq istəyirsinizsə 077 502 0033 və ya ulduz 0033-ə zəng edə bilərsiniz. Aksiyalarımız var, yararlanın. Fizioterapevt reabilitologumuz Gülnar Əhmədli 24 yanvar Şəkidə, 7 fevral Gəncədə olacaq. 051 525 17 17 əlaqə nömrəsidir. Əl Osman Qədimbəyin yanında aksiyalarımız var. 2 qrijası olan pasiyentlər, ikinci yırtıq tam ödənişsizdir. Eyni zamanda sığortada olan bütün açıq əməliyyatlar tam ödənişsiz, sığortada olmayan mikrocərrahiyyələrdə isə 30% endirim var. 055 296 66 68 əlaqə nömrəsidir. Nevrologumuz Sevinç Məmmədova Medera Hospitalındadır. Əgər nevroloji problemləriniz, baş ağrı, migren, epilepsiya, baş gicələmə, yuxu pozuntularından əziyyət çəkirsinizsə, Sənaq Darramın adından müraciət edənlərə 30% endirim. 055 754 1166 əlaqə nömrəsidir. Mədə bağırsağında problemi olan, qan azlığı olan, köp, səbəbi bilinməyən anemiyalardan əziyyət çəkənlər Sənaq Darramın adından Ramin Bağırova müraciət edənlərə xüsusi endirimlər var. 099 363 26 46 əlaqə nömrəsidir. Avtologumuz Cahit Şahbazovla birlikdə 17 yanvardan Naxçıvandayıq, icbari sığorta ilə göz əməliyyatları ediləcək. O cümlədən 31 yanvar 1 fevralda Zaqatalada olacaq. Cahit Şahbazov 050 805 15 15-ə zəng edin, qeydiyyatdan keçin. Zob doktorumuz Xəqani Həsənov 17 yanvar Şəkiyə gəlir. Əziz Şəki və Şəki ətrafından məni izləyənlər indidən qeydiyyatdan keçin. 1 fevral Quba, 7 fevral Bərdə, 21 fevral Naxçıvanda olacaq. 050 603 81 82 doktorumuzun əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarova Lənkərana gəlir. Məni Cənub bölgəsindən izləyənlər onunla birlikdə gələcəyəm Lənkərana, Leyla xanımla birlikdə. Əgər uşaqlarınızda qulaq, burun, boğaz, eyni zamanda böyüklərdə qulaq, burun, boğaz problemləri varsa, doktorumuz endoskopik aparatla Lənkərana gəlir, oradaca müayinə edəcək. Vaxta çox az qalıb, yerlər məhdud
tutdu. 050 836 36 36-ya zəng edin. Leyla Zülfüqarovanın qəbuluna yazılın. Lənkəran, unutmayın, 31 yanvar. Nigar Sultanova da bizim dəyərli həkim kosmetologumuz. Bu arada qeyd edelim ki, lazer beauty mərkəzdə xüsusi endirimlər var. Qırışlara yox demək istəyən, əl üz baxım istəyənlər, Sənaq Darramın adından müraciət edənlərə 30% endirim öz yerində. Amma həkim kosmetologumuzla birlikdə 17 yanvar Naxçıvandayam. Naxçıvanda bizi izləyənlər, gözəl görünmək istəyən xanımlar qeydiyyatdan keçin. Son 15 yer qalıb Nigar Sultanovanın yanına qəbula düşmək üçün. 051 444 0017 əlaqə nömrəsidir. Regim Bakı Kök Hüceyrə Mərkəzində dünyaca belə ünlü bir mütəxəssisimiz Aytən Əliyevanın yanında deməli uşağında serebral iflici olan autizm, insult sonrası nevroloji fəsadlar, baş boyun, bel ağrıları, oynaq problemləri, Parkinson xəstəliyi, yorğunluq, o cümlədən cavanlaşmaq istəyən kök hüceyrə ilə bütün bu problemlərə yox demək istəyənlər, Sənaq Darramın adından müraciət edənlərə Aytən Əliyevanın yanında 30% endirim 077 502 0033 əlaqə nömrəsidir. Bu aksiyalar sizin üçündür. Yararlanın və Bəxtiyar bəy, gəl bura, mikrofonu da götür. Yo, niyə yalvarıram ki? Niyə yalvarırıq ki? Adam deyir ki, əməliyyatı da olsa əməliyyatını eləyəcəm, açaq bu DNK-nı bitsin, geçsin. O vəziyyətdə deyirsən, hələ qurbanın DNK-sı da var da, sənə söz verdim, qurbanı da gətirirəm. Bax, gördün, anası dedi, gətirirəm, indi onun da DNK-sını. Bəxtiyar doktor. Açaqdır DNK-nı. Yox. Bəxtiyar doktor deyir ki, baxacam, narahat olmasın. Yox, toxuşuram. Hə? Yox. Ay bacı, deyir ki, baxacam. Baxsa da baxmasa canı sağ olsun. Ya baxsa da baxmasa da canı sağ olsun. Adam deyir əməliyyatı olsa əməliyyatını eləyəcəm, uşağın əməliyyatını eləyəcəm. Yox, asılmaq istəmirəm, əli versə. Yəni sən qorxma, mən bilirəm, sən qorxursan ki, mən bu DNK açılandan sonra sənin yanında olub sənə kömək eləməyəcəm. Amma Allaha and olsun ki, mən sənə kömək eləyəcəm. Yox, xoşlam, elə fikirləşmirəm mən. Sadəcə o da versin. Bəlkə o da onun oğlu deyil. O verməyəcək. Mənim pulum yoxdur əlimin DNK-sı. Mən qurbanın DNK-sına, qurbanla qızın DNK-sına pul verəcəm. Əlim gəlsin də studiyaya. Əli ilə Rasim bir-birlərinə çox oxşayırlar ata-bala. O həm bədən forması, həm üz quruluşu. Yox. Bunlara DNT lazım deyil. Siz nəyə görə araşdırmaq istəmirsiniz? Yox. O da versin sonra. Bunlara DNT o lazım. verməyəcək. Mən ona pul ödəməyəcəm. Mən ona ödədiyim pulu sənin qurbanla atası ilə, yəni sənin 3-cü həyat yoldaşınla qızının DNK-sına verəcəm. Mənim pulum yoxdur, buyurun Əli müəllim. Mən ona pul verməyəcəm, sən pul verirsənsə ver. Qatmısan aləm bir-birinə. Əli müəllim, nə olur? Hayır, qısa bir ara eləyək, qısa bir ara. Əli müəllim, nə olur? Sponsorumuz Medera Hospital'dır. Qeyd edeyim ki, Medera Hospital'da nevrologumuz Sevinç Məmmədovanın yanında baş ağrı, migren, epilepsiya, baş gicəlləmə, yuxu pozuntuları, ümumiyyətlə bütün nevroloji problemlərinizlə bağlı müraciət edin. Uzun müddət Türkiyənin ən məşhur klinikalarında çalışan Sevinç Məmmədova hal-hazırda Medera Hospital'ındadır. 055 754 11 66 əlaqə nömrəsidir. O cümlədən mədə bağırsağında problemi olan köp səbəbi bilinməyən anemiyalardan əziyyət çəkənlər, Ramin Bağırov kimi peşəkar bir doktor çalışır ki, siz bu problemlərə onun yanında yox deyə bilərsiniz. 099 363 26 46 əlaqə nömrəsidir. Oftalmologumuz Cahit Şahbazovun yanında ekzem lazer əməliyyatı, göz dibə əməliyyatı, mirvari suyu, çəp gözlük, eynəklərdən xilas olmaq istəyənlər 050 780 70-ə zəng edə bilərlər. Zob doktorumuz Xəqani Həsənov Bakıda və Bakı ətrafından məni izləyənlər, Sənaq Darramdan adından müraciət edənlər, zob xəstəliyindən əziyyət çəkənlər, sizə xüsusi endirimlər var və bu arada doktorumuz 17 yanvar Şəki 1 fevral Qubada olacaq. 05603 8182 əlaqə nömrəsidir. Uroloq androloqumuz Bəxtiyar Hüseynovun yanında uroloji, androloji, böyrək daşı problemləri icbari sığorta ilə həyata keçirilir. 055 694 4050 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarova Bakıda Sənaq Darramın adından müraciət edənlər, xüsusi
xüsusi endirimlər uşaqlarınızda və o cümlədən özünüzdə qulaq, burun, boğaz problemi, plastik burun əməliyyatı istəyənlər 050 836 36 36-ya zəng etsinlər. Bu arada 31 yanvar Leyla Zülfüqarova gəlir Lənkərana Beynəlxalq Təhsil Mərkəzində 40 növ təhsil xidməti. Yəni bu bir ilkdir Azərbaycanda. YÖS, SAT, AYT, Çin dili, süni intellekt, kiber, din və buraxılış və s. imtahanlara hazırlıq. Ən məşhur universitetlərə imtahansız qəbul istəyənlər 051 401 44 43-ə zəng etsinlər. Həkim kosmetologumuz Nigar Sultanovanın yanında əl üz baxımı, saç tökülürsə tökülməyəcək, qırışlara yox demək istəyən xanımlar 051 444 0017-yə zəng edə bilərsiniz. Allergologumuz Müşfiq Sadıqova, alqologumuz, üzr istəyirəm, alqologumuz Müşfiq Sadıqova təşəkkür edirəm. Referans Həyat Hospitalda çalışır əziz tamaşaçılar. Baş, boyun, bel, oynaqlar, üz və əzəllərdəki ağrılardan, eləcə də sinir sistemi ilə bağlı narahatlıqlardan əməliyyatsız xilas olmaq istəyirsinizsə 077 502 0033 və ya Ulduz 0033-ə zəng edə bilərsiniz. Ləman Əlirzayeва Leyla Medikal Mərkəzdədir. Uşaq metabolik xəstəliklər üzrə mütəxəssisdir. Uşaqlarınıza səbəbsiz qusma, çəki, boy artımında gerilənmə, qıc olma, inkişaf və danışıq gecikməsi kimi problemlər varsa 077 502 0033-ə zəng edə bilərsiniz. Nömrə 1 Psixologiya Mərkəzində aksiyalar var. Xalqlar Dostluğu bölümündə bugünkü geyimim Las Vegas'a məxsusdur. Bugün qeyd edim ki, bugünkü geyimim Las Vegas'a məxsusdur. Əziz xanımlarımız, Las Vegas'da inanılmaz geyimlər var. Gündəlik geyimlər, ziyafət geyimlər, ümumiyyətlə gözəl belə o geyimlər istəyirsinizsə Las Vegas'a mütləq gedin. Başkent Restoranlar qrupuna təşəkkür edirəm. Hər zaman bizimlə əməkdaşlıq edir. Memar Əcəmidə, Nərimanovda, Ağşəhərdə mükəmməl xidmət və mükəmməl yeməklər. İnanılmazdır. Buradan Mətanət xanımı da bağrıma basıb, qucaqlayıb öpürəm. Nə dayanmısan orada? Əlindəki çiçəklər nədir? Ay Samirə. Nədir bu ay Şahin? Güllər gəlməkdən davam edir mənə. Kim? Kim göndərib? Şahin kim göndərib? Uy. Doğuş bəy göndərib. Məndən hamı küsübdür. Siz Allah məni bağışlayın. Mən dünən hamıya demişəm, evdə, ondan sonra kənarda. Siz təsəvvür eləyin, hər kəs deyir ki, gül göndərək. Mən də deyirəm ki, ad günü keçirtmirəm, gül göndərmə. Bura ad günüm üçün göndərilən güllərin 90%-i mənim tanımadığım insanlar. İlk dəfə gələn güllər idi mənə. İndi Doğuş bəy də deyir ki, evdə bizə qoymadın, sənə sürpriz eləyək. İlkini görəndə dəli olubdular ki, saat 12-də ilkin mənə sürpriz eləyək. Ona görə bugün ay Doğuş bəy, təşəkkür edirəm. Hanı mesaj? Nə yazıb? Bu çiçəklər sola bilir. Amma sənə olan sevgim əskirməz. Ay Şahin, bu nədir? Bu nələrdir? Sən Allah, mən indi bu nədir? Bu hamısını deyə bilmərəm. Yox. Əsas odur gülü göndərib. Təşəkkür edirəm Doğuş bəy. Mənə gül, çiçək göndərəm. Bugün də mənim otağımı güllərlə dolduram. Bütün tamaşaçılarım, o şəhid analarımız, ondan sonra nə bilim, tanıdığım, tanımadığım, dost, tanış, sevən tamaşaçılar. Siz dünən məni yenidən dünyaya gətirdiniz deyə bilərəm. Dünən mən yenidən dünyaya gəldim. Ayaq üstə durdum. Və baxdım, biri yazıbdı ki, ay siz bəs belə doğum günü keçirtmirdiniz, amma dostlarınızla bir yerdə gördük. Bəli, əziz tamaşaçılar, bir yerdə gördünüz, onu yazana da deyirəm. Nə oldu, pis oldunuz? Hər zaman ağlamağımı mı istəyirsiniz? Mən ağlamayacağım. Mənim atam deyibdi ki, sənin göz yaşlarını yalnız Allah görsün. Heç zaman bəndələrə göz yaşlarını, öz doğmalarına belə göstərmə. Anam üçün burada ağlayanda da məni o xəstə canı ilə atam danladı. Ağlama dedi. Səni istəyənlə yanaşı istəməyən də var. İndi nədir? Xoşunuza gəlmədi bəzilərini?
Məni hər zaman belə gülər, ayaq üstə görəcəksiniz. Mənim valideynlərimin də ruhu indi şaddır. Çünki mən onlara sağlığında xidmət göstərmişəm. Halal xoşları olsun. Keşkə sağ olaydılar, yenə də xidmət göstərərdim bir ömür boyunca. Valideynlərinizə, yaxınlarınıza, dostlarınıza hörməti, dəyəri, qayğını, sevgini sağkən verin. Onlar öldükdən sonra nə o tutduğunuz yaslar, nə verdiyiniz ehsanlar, nə də tikdirdiyiniz o üstün düzəldirsiniz. Ay 2 mərtəbəli qara mərmərdaş. Onların heç biri əhəmiyyəti yoxdur, onlar əhəmiyyətsizdir. Vaxtında onlara dəyər verəcəksiniz, vaxtında onların qulu, nökəri, həmdəmi, sirdaşı olacaqsınız. Öpürəm hamınız. İndi keçək. Ay Eyvaz, nə olur? Eyvaz, nədir Eyvaz? Dərdlər səni, Eyvaz səni də barışdırsaydım həyat yoldaşı ilə. Dərdim olmazdı. O söhbəti sonra edəcəyik daha. Niyə bu yox, sən barışdırmalıyam. Gözəl ha. Həqiqətən bu bir yerdə gəlməməli. Nar niyazdır. Yox, sənə qurban 5 dənə nar gəlmişsən, hə? Saxlamışam, gör nə deyirəm. Həqiqətən gəlmək istəyəndə dedim ki, uşaqlara, mən hər il Xoşqədəm xanımın ad gününə gedirəm. Biz bazı qardaşıq, hörmətimiz var. Dedi, papa, səni evdən özüm gəldim götürməyə. Oğlum buradan gedib, qızım da dedi ki, papa, heç nə alma, öz həyətimizdən gül götürəcəm. Yığacam, bura gəldim, həyətdən bu gün də onun da ad günüdür. Kimi? Qızımı, həmin qızımın, öpürəm onu da, mənim ciyar paramdır. Adı nədir? Ülviyə balamın da bu gün ad günü. Ülviyə, sənin ad gününü təbrik edirəm, mənim canım, ürəyim, bacım. Ülviyə, deməli, Göyçaydan 3 yeşik narı yığırsan, göndərirsən mənə. Mənim gözüm istəyir, yəni ki, hamıya məni bugün ayaqda saxlayan hamı öz balalarımdır. Onların qarşısında başa eyrəm. Bir şey deyim. Bir Hüseyin, ömrümü mən gözəl çağın, cavan çağın pay vermişəm oğlum üçün, qızım üçün. Payızını, qış çağını saxlamışam özüm üçün. Gözlərimin nuru qonub övladların gözlərinə. Taqətimi bəxş etmişəm qollarına, dizlərinə. Sənə qurban olun, bir söz vaxt gedir, DNK-nı açmalıyam, bir dəqiq deyəm. Onu, gör nə deyirəm. Hamıya Allah Taala mənim balam kimi bala. Amma balalara da mənim kimi ata qismət eləsin. İndi bax Elşad, amin, amin. Sən çox yaxşı dostsan, Eyvaz, çox yaxşı insansan. Baxdım, bir dənəsin bizim dəyərli şəhid anamız vermişdi o gülü. O gülü də Doğuş göndərib. İkisi də onları verə bilmərəm. Bir dəqiqə. Üzünü bu tərəfə çevir kameraya. Hə. Deməli, onun ikisi də mənim üçün, mən onu verə bilməzdim də. Nə o anamızın gülünü verə bilməzdim, nə də Doğuş bəyin gülünü verə bilməzdim. Ona görə yox, bilirəm. İndi özüm, belə deyək, bu dəqiqə necə gedim alım bunu təcili. Ona görə bu gülü Ülviyə sənə göndərirəm. Bilirəm də aparda mənim adım. Xahiş eləyirəm də apar. Hədə yox, deyəsən, bunu götürürsən, Ülviyə sənə çiçək göndərirəm. Oldu? Bir dəqiqə, ora götürün, verin ora. Yaxşı, otur Elşad. Bütün ad günü olanları təbrik eləyim, əyləşin. Baş üstə, əyləş. Əyləş gedəndə o gülü də, deməli, verirsiniz Ülviyə. Ülviyəni bir daha təbrik edirəm. Əlim, tez mənə bir dənə denəm bu DNK-ya söhbətinə qədər nə oldu bu söhbət? Hüquqi cəhətdən mən deyə bilmərəm, amma psixoloji cəhətdən uşaqlar burada qalsa yaxşıdır, ana tərəfdə. O mənim fikrimdir. Niyə qalsa yaxşıdır? Çünki biz oğlan uşaqlarına birinci kişi nümunəsi lazımdır. Qız uşaqlarında qadın, ana nümunəsi lazımdır. Mən belə başa düşdüm ki, papa dedikləri bu baba obrazı onlara həmin o kişi nümunəsini verir. Və uşaqların gördüyü, burada detalları açıqlamayacağım, bəzi psixotravmatik məsələlər də var ki, incimə qadası, mən kimin sərəynə deyiləm ha. Bu dəqiqə onlar, sözümü kəsmə, qoy yerə mikrofonu, ön yıxılmasın, bir böyük kiçik var da. Deməli, bu dəqiqə onlar sənin yanına gəlsə, sən əgər uşaqların sevən atasansa, sənin özünə doğru olmaz onları gətirəsən, psixotravma verəsən, o mühitdən ayırəsən. Uşaqları ilə görüşəcək. Görüşmək olar, amma
atıya bu dəqiqə bu vəziyyətdə qayıtmaqları bugünkü psixi durumda... Hə, yəni gedib onun yanında yaşaması mümkün deyil. Mümkün Yaxşı, deyil, onda doğru belə deyil. eləyək. Heç olmasa övladları ilə görüşsün, gəl bura. Görüşmə Çünki bu ixtiyarı var, günləri amma- mən yola salacağım uşaqları, onlar burada qala bilməzlər, Hüquqi dərsləri cəhət var, şeydir, mən fikrimi deyirəm. getməlidir. Bugünkü vəziyyəti deyirəm sənə. Gəlsin bura, üzü görsənməsin şahid. Mikrofon götür. Səhvlər səndə olubdan öyün yıxılmasın. Səhvlər səndə Xahiş olub. Heç bir səhvim olmuyor. Kim nə qələmə verir, Sən versin, heç bir uşaqların səhvim gəlir. olmuyor. Yox, mənim övladım... Uşaqların gəlir. Söhbətləri qoy kənara. Gəlsin, uşaqlarla da görsəcəm. Versələr ləb səhər bulvara da aparacam gəzdirməyə. Amma mən söz vermişəm ki, ağlamayacam. Mən düşmən qarşısında heç vaxt ağlamamışam. Düşmənin kimdir? Xahiş edirəm, Əli müəllim, xahiş eləyirəm. Düşmənin Düşmənim qaynanamdır, o da deyil. Qaynana. Qaynanamdır, o da deyil. Mənim həyatımı alt-üst edən hamısı qaynanamdır. Gəlin mənim əzizlərim, gəlin mənim eşqlərim, gözəllərim, gəl bura. Bir saniyə. Xahiş edirəm, Əli müəllim. Buna Səbinə xanım Hüseynova lazımdır. Səbinə xanım Hüseynova lazımdır. Uşaqlar, bir dənə çıxın çölə. Hamısı örgədilmiş bir şeylər. Amma ən çox bizə bağlı bu uşaq idi. Bu uşaq mənə düşmən kimi yetişdi. Xahiş edirəm, studiyada oturanlardan sakitlik rica edirəm. Kimdir düşmənin dedi? Qaynanam. Mən hələ dünənə qədər o Mikrofonu oynatma, yaxın tut. Mən dünənə qədər o adama hələ bu qaycı nəsli bir kobud cavab verməmişdim. Hələ kobud cavab vermədiyim budur. Kobud olsa nətər olar? Məni əsəbləşdirdi. Mən hələ ondan o qaycı danışmamışım. Həmişə də özü... Qaynananı bağlayın efirə. Həmişə özü də gəlib dərdini mənə danışır. Allah Allah, onun da dərdi var. Dərdi nədir? Böyük qoylamışdı. Bir gün mən qabağıma qoydum, dedim ki, sənin kürəkənin var. Qaynatanı qabağına qoydun. Dedim, sənin kürəkənin var, sənə yaraşmır ki, sən ailənlə dalaşıb da. Sən bu hüqqə nə yaxşı kürəkəndir. Deyəndə dedi ki, mənim anam dedi, mənim öz evimdə yaşamayamdan sonra, gedib kürəkən yanında yaşayandan sonra. Onu da bana dedi, ölmür. Anası da getdi, yeznəsinin yanında rəhmətə getdi. Çox şeylər var. Xoş qədəm xanım. Yenə deyirəm, buradayım, heç kim də nətər lazımdır bilsin. Soruşsunlar ki, ana, Gədəbəydə, Şəkərbəy kəndində, ana, Rafiq kimi, baxan olubsam, bacının evində baxıbsan, öz evində yox, bacının evində baxıbsan. Öz evimdə baxmışam. Bacının evində baxıbsan. Öz evimdə baxmışam. Mənə qaynananın nömrəsini. Mən anaya baxan kimi heç kim baxa bilməz. Etirazım kim varsa zəng eləsin, öyrənə bilər, xoş qədəm. Sizi Gədəbəydə... Uşaqlar səni istəmir. İstəməsə də mən uşaqlarımı alacam. Başa düşmürəm. Ana axsın, ərə geçsin, mən uşağıma da baba sahib çıxsın. Yox, bu cür qəbul edilməz. Vicdanıma and olsun, deyirəm, uşaq örgədiklər o qaycı. Mən qaynananı istəyirəm. Bir ay o uşağı verin, mən də aparım yanımda. Deyirəm ki, uşaqları örgədir. Bir ayda mənim yanımda da qalsın. Uşaq biz öyrəşmişik də, bəziləri ayrılanda elə bilirlər ki, məsələn, biri çox qurtdur, biri nə bilim şeytandır, o şəkildə bir-biri, bax, bu qadın gəlib bir dəqiqə, sakit dur, səni dayandırmaq olmur, bu qadın sənə necə dözüb evdə? Ay Allah, mikrofonu verin ora. Ananız pisləyib də atanızı sizə. Nə vaxtsa. Nə vaxtsa tərcümə eləyirsiniz də Şahin. Niyə? Heç vaxt. Atanı necə təsvir eləyib sənə? Atan haqqında nə danışıbdı? Она мне всегда говорила, что он очень хороший, и я похожа на него. O deməli deyibdi ki, o çox yaxşı olub və sənə oxşuyurdu atan. Buyurun, bu onların ata haqqında fikirləri uşaqlarının beyninə yeritdiyi, bu da nətər eləyiblərsə, uşaq atanı görəndə elə bil ki, nəyi gördü? Qaçdı, girdi babanın qucağına. Rafiq kişi, bu səhv addımdır. Rafiq kişi, bu çox biabırçı bir addımdır. Ola bilər o uşağa çörək də vermişsiniz, paltar da vermişsiniz, ona baxmısınız da həqiqətən. Bu oğlan gəlməyibsə də o qapıya, 6 il uşağına baxmayıbsa da siz çox böyük səhv eləmişsiniz. 1 yaşında atasını görmür. Neçə yaşın var? Neçə yaşın var sənin qızım? Niyə? 40. Neçə? 40. 40 yaşı var. 1 yaşı olanda atası tərk eləyibdi. Səhv etmirəmsə sujetdə elə idi. 40 il tək başına o qadın baxıb buna,
Amma ata haqqında fikrinə baxın. Siz isə nətər eləmisinizsə, ata bir düşmən uşaqların yanında inciməyin. Bu tərbiyə deyil. Siz o uşağa yemək yox, siz o uşağa heç nə verməmisiniz. Siz o uşağa zəhər vermisiniz. O zəhəri ki, sabah atasına küsəcək, sabah cəmiyyətə küsəcəkdir. İnciməyin məndən, Rafiq kişi. İnciməyin. Mikrofonsuz danışmayın. Alın mikrofonu. Mən onu nə toylatmaq eləməmişim. Məhkəmədə də olub. Demişim ki, uşaq tikirsən. Qardaş, tamam, bir dəqiqə deyən, mən sizə deyirəm. Demirsən məhkəmədə. Mən nəticəni görürəm. Mən sənin 6 ildə yaratdığın əsəri görürəm. Əsər kim püskürür? Əsər nifrət püskürür. Budur, Rafiq kişi, məsələ budur. Siz o uşağa deməliydiniz, ananla ayrılıb nə olsun ki, atan yaxşı atadır, aliment vermir, nə olsun ki, o ümumiyyətlə uşaq niyə bilməlidir ki, alimenti verir ya vermir? Siz o uşağı sevgi ilə böyütməliydiniz. Siz o uşağı düşmən böyütmüsünüz ataya, inciməyin. İnciməyin, yaxşı baxmısınız, yemək vermişsiniz, təhsilin verirsiniz, paltarın verirsiniz. Amma nə vermirsən? Razısınız öz əsərinizdən. Mən vallah deyirəm ona heç nə. O uşağı nə toylatmamışım, nə heç bir şey eləməmişim. Xoş gələn xanım, buranın anda olsun. Allah şahid ki, ona mən nə heç yerə toylatmaq, heç Rafiq kişi, gedə bilərsiniz. Artıq mənim sizə deyəcək sözüm yox. Buyurun, gedə bilərsiniz. Rafiq kişim, buyurun. Mikrofona danış oğlum. Mikrofon. Get, başqa cürə hesablaşarıq. Yox, sən başqa, qanundan kənar heç bir hesablaşma yoxdur. Siz hesablaşacağınız qanundur. Mənim uşağım mənə qarşı ki, düşmən fikrinlə, xislətinlə böyüyür. Onda mən də ondan etməyin, uşaqlara qarşı bu oyunları etməyin. Uşaqlara qarşı... Mənim qılçam qırıldı, qoymadınız bu yaxdan. Mikrofon, ay qılçam oğlum. qırıldı. Ki ortaya danış. Mənim qılçam qırıldı. Keç otur. Qılçam qırıldı, 40 gün kipisdə qaldı. Keç, əyləş. O qadın mənə baxmadı. Mən onu saxlamağa haqqım var. Əyləş Sizlərdən soruşuram. Sizin xanımınız o qayd eləsə, siz qəbul eləyərsiniz. Əyləşin. Yox, biləsən ki, bu deyir, o türklərdə bu bir söz var. İyi gündə, kötü gündə. O and içmində, yəni yaxşı gündə, pis gündə, yəni o evlilik nikah bağlanarkən bəli, belə bir and içmə var. Mənə də bunu deyirdilər, mən də bəli deyirdim. Mən də bəli deyirdim. Yəni yaxşı gündə, pis gündə. Yəni arvad, həyat yoldaşı, əlbəttə ki, yaxşı gündə, pis gündə bir-birə dəstək verəcəklər, dayaq duracaqlar. Amma bir uşaq, bir ailənin əsəridir, əziz atalar, analar. Siz ayrılanda uşaqlarınızı düşmən kimi yetişdirməyin. Yad ölkələrdən, Rusiyadan, Orta Asiyadan, ayrı-ayrı ölkələrdən sən axtarış üçün atasını, üzünü görmədiyi atasını axtarmağa gələn qızları baxın, görün, analar necə tərbiyə eləyib. Analar deyir ki, çox yaxşı atam var idi, sənə bənziyirdi, biraz öncə dedi. Siz də elə böyüdün, yoxsa buna bax, balaca uşaq bu boyda boyu var, atanı görüb qaçır babanın qucağına, çünki öyrədilib. Çünki ona hər gün yemək veriləndə atasına qarğış edilib. Hər gün ona bir paltar alanda atasına bəddua ilə yanaşı deyilib, sənin atan pis atadır, sənin atan budur. Və bu tək bir ailədə deyil, bir çoxlarının ailəsində budur. Bunu etməyin və indi də sən eləyirsən, Vəfa. İndi də sən eləyirsən. Gəl bura, Vəfa. Gəl bura, açaq, gəl. Vəfa, gəl bura, mənə əsəbləşdirmə. Ay Allah, mənim nəfəsim... Gəl bura. Sən istəyirsən açılsın. Erkək, sən istəyirsən açılsın. İstəyirsən mi açılsın? Denən ki, açılsın, sən deməlisən onu. Nəsə deyir, mikrofon versək. Mikrofona para Ayşət, ver ona kişi. Bir dənə görək, o deməlidir. Gəl bura, gəl, Rasim kişi, qoy gəlsin. Gətir bunu. O deməlidir ki, açılsın, onun tələb olmalıdır. Hələ işte, hanı, onun da tələb olmamalı. Xahiş edirəm, sakitlik yarada. Hökmətən xanım, deyin ki, açılsın. Necə? Açılsın, mən də xəstədəm. Mənim uşağım da bu dəqiqə, nə xəstə, nə gündədir o.
İzi gözü səfir. Başdan yara başını. Deyir gedim xəstəxanaya. Həkim mənə baxsın Mən də sonra biabr fikirləşərəm. olmuşam, bütün Mikrofona. rayonda Niyə biabr olursan? Hamı mənə nifrət eləyir. Niyə sən neynəmsən o rayondakılara ki sənə nifrət Deyir, eləsinlər? deyir açılsın da sən uşaq deyirsən. Oy, sən açılmama necə yəni 60 bu icazə vermir də neyniyək biz? Mənim bu fevral ayının 4-ü yaşımdır. Yaşındır, neçə yaşın var? 60 yaşıma girəcəm, tamam edəcəm. Hə, maşallah, maşallah, Allah 60. Hə, indi bu deyirsən yaşına qədər açılsın, deyil. Yox, tez açılsın, xeyr, mənim uşağım da nəri xəstədir. Hə. Ona da baxsınlar, xahiş edirəm. O da pis gündədir. Burada özə əskəriyi çəkib, Bakıda. Tamaşaçılar nə deyir? Ora bir dənə mikrofon ver də. Ver ora. Açılsın, mən də nərəxatam, Allah haqqı Ölünü alıyım. öz başına qoysan çox şey eləyər. Necə? Ölünü öz başına qoysalar. Vəfa ölü deyil, vəfa öldürür. Yox, o atalar məsələdir. Bunun indi öz başına deyil, bu qədər cəmaatı, xalqı doluyub əlinə. Qoca kişi də, ağsaqqal kişidir. Eşidirsən, bu, Vəfa? onun burnundan düşüb elə bilginən. Deyir bunu təzdən analiz. Vəfa, yox, o Sən əlinin dünən DNK çıxmısan məsələsini unudun getsin. Hə. Amma yəni bil ki, Vəfanın qorxusu budur ki, biz onu həkimə göndərib əməliyyat etdirməyəcəyik. Mən də and içdim, söz verdim. And içən insanları sevmirəm, 2 dəqiqədən bir and içənlər. Mənim sözüm mənim üçün şərəfimdir. Mən sənə söz verirəm ki, Bəxtiyar doktor pulsuz, parasız sənə əməliyyat edəcək. Yəni, əgər əməliyyatlıqsansa, uşağına da kömək eləyəcək. Əgər əməliyyatlıqsa, əməliyyatını edəcək, müalicəlikdirsə, müalicə dərmanlara qədər özü alacaqdır. Düzdür, doktor? Niyə ağlayırsan? Necə? Xoşqədəm xanım nə deyirsə hamısına əməl eləyibdir. Ay qız, qoy cəmaat açsın, cəmaatı dolum əlində. Yekə gəlinsən, yekə qızsan. Bilməz mi, açılmalı deyil mi? Qoy görək Bəxtiyar bəy nəsə deyir. Mən də deyirəm açılsın. Əgər fikirləşirsə ki, biz ona açılandan sonra baxmayacaq, mən Səni də söz fikirləşmir, verirəm. sənə inanır, mənə inan. Yox, niyə ki sizə inanmır? Yox, sizdə bir şey yoxdur. Açılmaq istəmirəm da. Əli verəcək Birinci sonra. sizə inanmalıdır elə. Vəziyyətimi elə pis eləyib ki, Bax, tamaşaçılara bax, hamısı fikir bildirir. Ver, Sənəm xanıma ver. Yox, 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 ver Sənəmə ver, yox, siz yox. Ay, hara verirsən? Bu tərəfə ver, deyirəm mikrofonu. İndiyənə kimi Xoşqədəm xanım, siz verdiyin sözün hansı birini tutmamısınız? Hamıya da köməkli eləmişsiniz, Allah köməyiniz olsun. Allah Deyirəm, dayağınız sabahda olsun. Vəfa bir dənə güllə çıxardacaq, mənə. Ola bilər, ola bilər. Amma olsun, o da Açılsın. kömək eləyir. Bu boyda millətin hissiyatından oynamayın. Ekran qarşısında nə qədər oturan insanlar var, hamısı sizə o şey nifrət eləyir. Yox, ay tövbə. Kimə nifrət eləyir? Vəfa xanıma. Vəfaya niyə nifrət eləyir? Niyə deyir bu açdırmır? Nə qədər deyir bu oyun uzanacaqdır? Davam eləyəcək. Bir dəqiqə, Hüseyin, xahiş edirəm sakitlik, danışır xanım. Nə qədər davam eləyəcək? Yox, yox. Açılsın. Yox, əli verməyincə açılmayacaq. Necə? Əli verməyincə açılmayacaq. Əli DNK verməyəcək. Bunu heç mən Verməyəcək, qoymayacam da o DNK versin. O versə belə, istəsə belə Vəfa, mən bunu bax tamaşaçının içində sənə də açıq deyirəm. Mülkün atasının Mən oğludur. icazə verməyəcəm. Mikrofonu ver Əliyə. Xanım da dedi. Xoşqədəm xanım da dedi, DNK verilməyəcək. Qoy açılsın da qoy. Qoy açılsın. Ay Xoşqədəm xanım özünə əmindir, Allahın dostuna qorxur. Buranın haqqı qorxur, şübhə yaradır o özün. Yox, vermə, oraya verməyin. Əli mikrofonu al. Aha. Ne göstərin, görüm nədir, amma alın səs. Bəli, əlbəttə ki, niyə ki yox? Aha.
gətirəm mən. Oxtada Nədir Vəfa? Nədir hamıya bir söz deyirsən Vəfa? Verin mikrofonu, verməyin tamaşaçıya mikrofonu. Nə istəyirsən Vəfa? Söz deyirəm, görmürsən? Deyir, desin də fikirdir də. Elə bunlarla yaşamışam, mən. Ay xanım, xahiş edirəm, oturun yerinizdə, gəlmişsiniz öz probleminizlə bağlı. Başqa problemlərə qarışmayın da. Qarışmayın da. Mən başa çevirməm, siz bura ondan bundan söz yığmağa gəlmişsiniz. Bu nədir? Kim nə dedi? Kim nə elədi? Kim nə iş gördü? İşinizlə məşğul olun. Siz öz probleminizlə bağlı gəlmişsiniz bura. Daha doğrusu hələ gəlməmişsiniz, çağırılmışsınız, sizdən sənədlər istəyir. Əməkdaşımız da mənim yanımda elə deyibdir. Vəfa, gəl bitirək bunu mən. Niyə ağlayırsan? Nə oldu? Ay qız, sən bayaqdan danışırdın, yaxşıydın. Nə oldu indi? Niyə halım pisləşir? Ver ona su verin Samirə. Mən hələ də, yəni gördünüz o qaynananı qoşa bilmədilər efirə, bu Səadətin qaynanası. Nə oldu? Vəfa, nə oldu? Necə? Valla boş ağlamağa ehtiyac yoxdur. Yox, canın ağrıyır. Doktor dedi ki, sənin canınla bağlı bütün hər şeyi. Nədir? Axı dərdin nədir? Nədir dərdin qızım? Narahat olmayıb, bax bu nədirsə, bu mənə... Bəlkə sənə kimsə zəng eləyib, nəsə deyir, bəlkə nəsə... Ay qız, bu DNK-nın cavabı əsas deyil sənə kömək. Mən insanlıq naminə verdim atama, apardın, aldı əlinə atamın. Telefonumu al, mən hələ ol. Təzə telefonumu xoş gedəm xanım. Verməyəcək, asılmayacaq. Mənə telefonumu de görüm hələ mənə telefonumu aldığın telefon. Ha? Ha, görürsünüz xoş gedəm xanım. Mənə təzə telefonum vardı. 550 manata əziyyət çəkib telefon almışdım. Gətirib vermədin. Onu da aldı atamdan məsajə gedəndən sonra. Atama vermişdim ki, məndən danışsın. Ay, sən bayaqdan ağlayırdın, yıxılırdın. Gəlib de... Gəbdilənir burada. Gətirib demədin ki... Sən dedin ki, Ayxanı almışdın, əl apardı, satdı. Sən də gətdin, verdin. Mikrofonsuz danışma. Nəhayət, gedəndən sonra. Dəvə oğlun istədi o telefonu. Anasının da şəkillərini sildi. Xoş qədəm xanım, anamın VC vardı. Toy kaseti vardı anamın. Toy kaseti vardı, evimizdə saxlamışdı. Toy kasetinin anamı bilə-bilə qırdı. Allah hamd olsun. Bilə-bilə anamın toy kasetini qırıb o vaxtı. Harada qırmışam? Mən anamın toy kasetini sən qırmısan. Niyə? Sən, bax sən. Ay, onun yerin bilən canlı Allah hamd olsun, xoş qədəm xanım qırıb. Mən anamın toy... Ona görə asılmayacaq o. Yo, elə ona görə açılacaq. Əgər o toy kasetini qırmısansa, açılacaq. Xoş qədəm xanım, Allah qız, rəngin görməmişəm onu. Rəngin görməmişəm onu. Bəhdən atırlar mən. Necə yəni, yalandan danışırlar? Əlbəttə ki, hər sözü yalandan danışırlar. Sən onun son yadigarı, son xatirəsi anası ilə bağlı. Hansı insafla onu qırdın? Biz onun rəngi güzel, o toylarını görmüşəm mən. Ay oğlum, yalan danışırsan. Allah, Allaha and olsun deyirəm. Bax, mən rəhmətə getmiş anam var. Bax, anamın qəbrinə and olsun deyirəm, yalan danışmıram. Xoş qədəm xanım. Anamın toy kaseti vardı, evimizdə yadigar saxlamışdıq. Allah'ın olsun, bu qadın gələndən sonra onu qırdı. Toy kasetini qırdı. Bax, atam da deyir. Kaset görmüşəm mən Rasim. Anamın toy kasetini qırıb o qadın. Görmüşsən həyat mı? Kaset görmüşəm mən, heç bilməm o toy. Sizdə olur da, bəli. Allah qırıb xoş qədəm. Mən bunların kirin közünü təmizləmişəm, mən kaset görmüşəm.
Gələn kimi xoşqadam 3 gündən sonra bunun nənəsi gəldi. Danış, nə qədər yalan danışsan danış. Nə qədər yalan danış. Cehiz var idi, cehiz evdə hər şey. Götürdü, yığışdırdı, apardı. Bir də onun altını bitirdi. Ay qız, mikrofonu ağzına. Yəni hər şey nənəsi aparır, Pakistan. Ay Vəfa, sən birazdan tutub başını yıxılmışdın ora. İndi bu kaset söhbəti çıxan kimi sən qalxdın ayağa. Nə böhtan? Əgər həqiqətən də sən o uşağın anasının son xatirəsini məhv eləmisənsə Vəfa, mən səni gözləyib eləyən deyiləm. Bax, bunu buradan çıxartdım. Bunu da deyəcəm. Əgər sən onun o kaset, mən indi zəng eləyib öyrənəcəm nənədən. Eləmişəm səni verin balalarım ölsün. O məhsul atarım canım. Yığ nənəni ver mənə. Əgər elə... Xüsusi sponsor Medera Hospitalı. Sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqanə Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, Referans Medical Group və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğunda Səni axtarırama baxdınız.